Axşamınız xeyir olsun. Aktual gündəm efirdədir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yaxın şərqdə öz hərbi aktivliyini, ordularının hərbi aktivliyini gücləndirir, artırır. Bəzi ekspertlər bunu belə şərh edirlər ki, artıq İranda quru əməliyyatları başlayacaq və Birləşmiş Ştatlar da məhz bu quru əməliyyatlarına hazırlıqları həyata keçirir. Elə artıq 12-ci gecədir ki, İrana intensiv və topyekun zərbələr endirilir. Burada da məqsəd ondan ibarətdir ki, hava hücumları ilə İranın zəiflədilməsini həyata keçirməklə, İranın müxtəlif şəhərləri arasındakı əlaqələri kəsməklə daha sonra İran ərazisinə quru hücumlarının həyata keçirilməsini reallaşdırmaqdır. Doğrudanmı Birləşmiş Ştatlar İranda quru əməliyyatlarını həyata keçirəcəksə bunu hansı istiqamətlər üzrə həyata keçirə bilər? Bu məsələləri danışacağıq. Başqa tərəfdən də artıq 2 gün idi ki, biz bu məsələni də müzakirə edirdik ki, İraqın baş naziri İrana səfər edəcək. Nəzərə almalıyıq ki, İraq baş naziri Əli Zeydi həm də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla da görüşmüşdü. İndi Tehranda hansı məsələlər müzakirə ediləcək? İraq baş naziri ilə İran nümayəndələri arasında maraq doğuran məqamlardan biridir və onu da nəzərə almalıyıq ki, İraqın baş nazirini məhz hava limanında İranın iqtisadiyyat və maliyyə məsələləri naziri qarşılayıb. Bu həm də bizə ondan xəbər verir ki, tərəflər arasında həm də iqtisadi məsələlər müzakirə ediləcək. Onu nəzərə almalıyıq ki, Hörmüz boğazında, keçiddə İran ciddi maneələr yaradıb və artıq alternativ marşrutlar müzakirə edilir və İraq ərazisindən də Suriyadan keçməklə Aralıq dənizinə doğru bir boru kəmərləri mövcuddur ki, bu boru kəmərlərinin bərpası istiqamətində də müzakirə aparılır. İraq həm də bu məsələləri Tehranda masaya yatıracaqmı? Bu məqamlar müzakirə ediləcəkmi? Bu məsələləri də əlbəttə ki, danışacağıq. Bir tərəfdən də Husilər Bab-əl-Məndab boğazındakı keçidə mane olurlar. Səudiyyə Ərəbistanın tankerlərinə, gəmilərinə zərbələr endirilir. Bu, dünya iqtisadiyyatı üçün nə deməkdir? Dünya iqtisadiyyatını hansı risklər qarşıda gözləyir? Bu məqamları danışacağıq. Başqa bir tərəfdən də İran rəsmiləri ilə Ermənistan rəsmiləri arasında Qafanda bir görüş keçirilib. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami və elə Sünikin rəhbəri arasında və digər nümayəndələr arasında bir görüş keçirilib və bu görüşdə Qafqazın gələcəyi müzakirə edilib. Amerika və İran arasındakı bu gərginliyin fonunda, bu gərginlik artıq pik mərhələdədir, kritik mərhələdədir. Belə vəziyyətdə İran Qafqazın gələcəyindən niyə narahatdır? Ermənistanla hansı məsələlər müzakirə edilib? Strateji tərəfdaşlıq haqqında müzakirələr aparılıb deyilir, amma təfərrüatlar o qədər də məlum deyil və biz bu təfərrüatlar ətrafında həm də ekspertlərimizlə bərabər ehtimallarımızı səsləndirib sizin diqqətinizə çatdıracağıq. Studiyamızın qonaqları Aydın Quliyev, siyasi şərhçi, Qafar Çaxmaqlı, professor, ermənişünas, Sultan Zahidov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi və Türkiyədən bizə qoşulub siyasi şərhçi, jurnalist Emrə Dinərdir. Axşamınız xeyir olsun. İcazənizlə mən Emrə bəydən başlamaq istəyərdim. Emrə bəy, mən xatırlayıram, müharibə hələ təzə başlamışdı Amerika Birləşmiş Ştatları və İran arasında. Sizə belə bir sual ünvanlamışdım ki, İran nə zaman Husi kartından istifadə edəcək? Siz də mənə belə bir cavab vermişdiniz ki, İran nə zaman hiss edəcək ki, yolun sonundadır, o zaman Husi kartından da istifadə edəcək. İran yolun sonundadırmı? Evet, şu anda genel çerçeve bakıldığı zaman Arzu Hanım, öncelikle iyi akşamlar dilerim hem size hem değerli konuklarınıza ve tabii ki izleyicilerinize. Şimdi artık hem Amerika Birleşik Devletleri
kendi iç dinamiğinde Trump biliyorsunuz 14 tane Amerikan askeri kaybı verdi. Bu dolayısıyla Amerika iç kamuoyunda tepkilere de beraberinde getiriyor. Bu boğazın Evet. açılamaması Hürmüz kriziyle halihazırda Amerika'da artan enflasyon, derinleşmeye başlayan ekonomik kriz gibi etkenler etkiliyor. Nasıl Amerika'yı etkiliyorsa İran'ı da aslında çok ciddi bir şekilde e, etkilemeye başladı. Şimdi İran Husi kartını çıkardıysa eğer son merhalelere baktığımız zaman demek ki İran için gerçekten zor günlerin, daha çok fazla zor günlerin başladığını gösteriyor. Şimdi siz de hatırlayacaksınız ilk aşamada mücadele büyük ölçüde İran ile ABD-İsrail ekseni arasında yaşandı. Ama artık bugün Kızıldeniz ve Bab el-Mendeb Boğazı da artık denklemin bir parçası haline gelmeye başlıyor. Bəli. Şimdi İran'a yakın Husilerin aslında uluslararası deniz ticaretini hedef alma tehditleri savaşın sadece Körfez'de değil bir noktada küresel deniz ticaret hatlarını da hissedileceğini gösteriyor. Yani bu sadece bölgedeki Körfez veya Amerika Birleşik Devletleri, İran, İsrail, Lübnan gibi ülkeler değil. Genel anlamda hem Avrupa küresel ölçekte bir domino taşı gibi daha fazla etki gösterecek. Ve biz bunun hepimiz, tüm dünya bundan etkilenecek. Şimdi artık İran, ABD arasında uzun süreli bir yıpratma savaşına doğru geçildi. Yani 60 günlük bu müzakere çıkmazının ardından 3. perde başladı. O da artık uzun süreli bir yıpratma savaşı. Şimdi İran'ın Hürmüz Boğaz kartının ardından Husi kartını oyuna sürdüğünü halihazırda veya sürmeye çalıştığını görüyoruz. Çünkü açıklamalar o Bəli. yönde. Ama şuna dikkat çekmek lazım. Yani Tahran'ın amacı aslında Husiler aracılığıyla yeni bir cephe açmak ve çatışmayı bölgeselleştirmek. Yani Amerika ve müttefiklerinin dikkatini de bir noktada dağıtmak. Suudi Arabistan üzerinde de baskı kurmayı da hedefliyor. Ve tabii ki küresel enerji piyasaları üzerindeki risk algısını da arttırmayı hedefliyor. Şimdi bu strateji aslında doğrudan İran'ın hareket alanı daraldığında, yani şu anda hareket alanı daraldı ve dolayısıyla vekil güçler üzerinden artık caydırıcılık üretme yaklaşımının bir göstergesi olduğunu net bir şekilde görmüş oluyoruz. Husiler siz de biliyorsunuz İran'a bağımlı fakat operasyonel olarak özel bir bölgesel ortak olarak tanımlanabilir aslında. Yani bir Hizbullah gibi değil. Hizbullah'tan farklı. Şimdi Husilerin en güçlü silahı denizi kontrol etmek değil aslında. Deniz ticaretinde belirsizlik ve güvensizlik endişesi oluşturmak. Esas Husilerin üstleneceği rol bu önümüzdeki süreçlerde. Şimdi Suudi Arabistan'ı baskı altına alabilir mi? Bu konuda biliyorsunuz gerilim var. Husilerden açıklama var. Bəli, bəli. Suudi Arabistan'dan da buna karşı bir açıklama var. Şimdi eğer İran doğrudan istihbarat, silah ve koordinasyon desteğini arttırırsa Husilere, Husilerin oluşturduğu tehdit seviyesi yükselir. Ancak bu durumda kriz yalnızca Yemen meselesi olmaktan çıkar. Yani bu iş Kızıldeniz, Bab el-Mendeb ve hatta Hürmüz Boğazı'nı kaplayan daha geniş bir bölgesel çatışmaya dönüşebilir. Yani Husilerin Suudi Arabistan'a karşı tamam anlamıyla bir deniz ablukası uygulama kapasitesi sınırlı. Birçok uluslararası ilişkiler uzmanı işte Husilerin Suudi Arabistan'a tam anlamıyla bir abluka uygulayacağını söylüyor ama bu kapasitesi sınırlı Husilerin. Ama buna karşın füze ve İHA saldırılarıyla limanları, işte enerji tesislerini, ticaret rotalarını hedef alarak aslında fiili bir baskı ortamı oluşturabilir. Yani bu anlamda da baktığımız zaman deniz taşımacılığını, esas hedef deniz taşımacılığını yavaşlatmak. Ve tabii ki küresel enerji piyasalarında belirsizlik oluşturmak. Yani Husilerin hem Suudi Arabistan üzerinde hem de küresel enerji anlamında uyguladığı temel politika bu olacaktır. Şimdi Husiler özellikle nerelere saldırabilir? Yani Suudi Arabistan'a yönelik nerelere saldırabilir? Yani özellikle Cidde ve Yanbu gibi biliyorsunuz stratejik limanlar. Bunlar önemlidir ve petrol terminalleri, işte füze ve İHA saldırılarının hedefi olabilir. Zaten Şimdi hədəfdə. böylesi bir durum olursa eğer, yani böylesi bir vuku gerçekleşebilme ihtimali var. Bunu da söyleyelim. Çünkü Trump da bir karar verecek. Trump'ın kararını da beklemek lazım. Eğer bu durum oluşursa
ihracatta aksama, sigorta maliyetleri yükselmesi gibi birçok maalesef küresel anlamda olumsuzluk oluşacak. Yani İran'ın ABD ve Körfez ülkelerinden aslında yeni intikamını Husiler üzerinden yöneteceğini görüyoruz. Bunu söyleyebiliriz. Sultan bəy, bu Husilər üzərindən İranın Amerika Birləşmiş Ştatlarından intiqam almağa çalışması nə qədər effektiv olacaq? Ümumiyyətlə, siz də Əmrə bəy kimi hesab edirsinizmi? Hörmüz boğazı və Bab-el-Məndab boğazı İranın əlində güclü kartlardır. Deməli, Arzu xanım, mən ötən dəfə də bildirmişdim ki, İranın əlində bir neçə vacib kartlar var ki, onları mən bu cür adlandırdım, boğazlar və körfəz. Yəni, söhbət burada əsasən Hörmüz boğazından və eyni zamanda da Bab-el-Məndab boğazından gedir. Digər tərəfdən də körfəz ölkələrini hədəf almaqla İran çalışır ki, qlobal iqtisadiyyatda qeyri-sabitlik yaratsın. Həm enerji qiymətlərinin artımı, həm logistik qiymətlərinin artımı, sığorta xərclərinin artımı. Bunlar, bilirsiniz, hazırki dövrdə dünya iqtisadiyyatı o qədər qloballaşıb ki, istər-istəməz strateji əhəmiyyətli regionlarda bir çaxnaşma, qeyri-müəyyənlik yarandısa, bu bütün əksər dövlətlərə təsir göstərir və bu baxımdan ABŞ üzərində də bu deməli proseslərin mənfi fəsadları artıq hiss olunmaqdadır. Deməli, hörmətli həmkarın da qeyd etdim. Yəni, söhbət burada daha çox iqtisadi təzyiqlərdən gedir. İndi sözsüz ki, bu, belə deyək də, 73-74 böhranı və yaxud da ki, 90-91 körfəz müharibədəki kimi iqtisadiyyatı dərin böhrana səbəb olan faktorlar deyil, amma istənilən halda biz müəyyən inflyasiyanın əlamətlərini görürük. Eyni zamanda enerji qiymətlərinin fevraldakı qədər, martdakı qədər kəskin olmasa da müəyyən artım görürük. Digər tərəfdən birja qiymətlərində deməli əksinə müəyyən çöküş görürük ki, bu da sözsüz ki, qlobal iqtisadiyyata maraqlarına uyğun olmayan bir senaridir. Eyni zamanda da mən düşünürəm ki, ABŞ siyasi establishmenti də bu senaridən bir o qədər razı deyil. Hətta bir çox hallarda Donald Trump'ın bəyanatları ki, bu bəyanatlar daha çox nikbinlik bir növ bəxş edir. Yəni, hər şey qaydasındadır, İran bizlə danışıqlara istəyir, hər an danışıqlar ola bilər. Bunlar eyni zamanda düşünürəm ki, həm də qlobal enerji qiymətlərinin deməli, sürətlə artmasını önləmək üçün həyata keçirilən bir addımlar ola bilər. Yəni, bütün bunların fonunda İranın digər vacib kartdan, yəni Bab-el-Məndab boğazından istifadə etməyə çalışması düşünürəm ki, təəccüblü görsənməməlidir. Çünki hər nə qədər Hörmüz boğazı deməli, dünya neft daşınmalarının 20% bu boğazdan həyata keçirilirsə də, Bab-el-Məndab boğazda bilirsiniz ki, deməli, Asiya ilə Avropa arasında strateji önəm daşıyan deməli obyektlərdən biridir. Bu boğaz, yəni Qırmızı dəniz, Süveyş kanalı deməli Avropa ilə Hindistanı, Çini birləşdirən deməli dəniz xəttinin önəmli bəndlərindən biridir və bu baxımdan onsuz da gözlənilirdi ki, İran əvvəl-axır bu kartı işə salacaq. Sadəcə burada hansı nüanslar deməli işə saldı İran bu kartı? Yolun sonunda olduğunu mu hiss edir? Yəni hiss edirsə əslində Hörmüz kartı o qədər də effektiv kart deyil ki, deməli artıq Husi kartından da istifadə eləməyə başladı, yox? Elə deyil. Bilirsiniz, Hörmüz kartından istifadədə əsas məqsəd qlobal iqtisadi və qlobal enerji xəritəsinə təsir göstərmək idi və bu baxımdan müəyyən qədər bu məqsədinə nail oldu deyə bilərik. Çünki həqiqətən də neft qiymətləri bir ara kəllə çarxa vurdu. Amma bu İran üçün heç nə dəyişmədi. Yaxşı, heç nə dəyişmədi. Məsələ burasından ibarətdir ki, misal üçün, baxın, Avropanın fərqli mövqeyi var bu məsələdə, İran məsələsində. Avropa bir mənalı şəkildə hər hansı bir müdaxiləyə qarşıdır. Yəni, bu əslində eyni zamanda qlobal iqtisadiyyatdakı mənfi təzahürlərin nəticəsidir. Enerji qiymətlərinin artımı Avropaya kifayət qədər mənfi təsir edir. Çünki Avropa bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi fonunda özünün enerji diversifikasiyası xəttini yeritməyə çalışır. Bu baxımdan körfəz ölkələrinin onların milyard dollarlıq sazişləri var, xüsusilə də maye, qaz deməli ixracı ilə bağlı və indiki hal sözsüz ki, Avropanın maraqlarına uyğun deyil. Digər tərəfdən bilirsiniz ki, enerji qiymətlərinin artımı Rusiya iqtisadiyyatına da müsbət dividendlər gətirir ki, bilirsiniz ki, bu ölkə əsas deməli ümumdaxili məhsulunda enerji
deməli, məhsullarının ixracı böyük paya sahibdir ki, bu da Rusiyanın, belə deyək də, müharibə aparatının deməli, müharibə aparatının işlək vəziyyətdə olmasına gətirib çıxarır ki, Avropa bu məsələdə də sözsüz ki, ABŞ-la fərqli mövqeyə malikdir. O ki, qaldı bayaq dediyim məsələ Babil-Məndəb boğazına. Yenə də deyirəm, burada həm məsələnin hərbi aspektləri var, həm də iqtisadi aspektləri var. Bayaq həmkarım da qeyd etdiyi kimi, burada bu kartı işə salmaqla İran həm çalışır ki, deməli, diqqəti digər, yəni bölgəyə, belə deyək də, Qırmızı dəniz hövzəsinə çəksin. Eyni zamanda da burada əsas faktorlardan biri geo-iqtisadi faktordur. Çünki qeyd etdiyiniz kimi, Hörmüz boğazındakı böhran fonunda artıq dövlətlər alternativ kanallar əl atırlar. Söhbət, deməli, sizin də qeyd etdiyiniz kimi, həm İraq üzərindən Suriya vasitəsilə, deməli, enerji xətlərinin təmir edilməsi, bu infrastrukturun bərpası məsələsi gedir. Eyni zamanda Səudiyyə Ərəbistan üzərindən bilirsiniz ki, deməli, Hörmüz boğazını, yəni Fars körfəzi ilə Qırmızı dənizi birləşdirən boru xətti var. Həmin boru xətti vasitəsilə ixracatın artırılmasından gedir. Orada da vacib limanlar sözsüz ki, Ciddə və Yağbu limanları da həmkarın da onları qeyd etdi. Və bu yolla körfəz ölkələri bir növ diversifikasiyaya çalışırlar. Amma Hüsilərin işə düşməsi bir növ həm də ona işarədir ki, biz sizin bu diversifikasiya siyasətinə də qarşı olmağa çalışacağıq. Yəni, ya bu müharibə bitəcək, hər kəs sülhdə yaşayacaq, ya əgər mən sülhdə deyilmsə, heç kim sülhdə olmayacaq. Və əslində İranın rəsmilərinin bununla bağlı fikirləri də səsləndirdi. Ötən gün Məhəmməd Bağır Qalibov bildirdi ki, biz neft sata bilməyəcəksə, heç kim neft sata bilməyəcək. Yəni, açıq-aşkar şəhər çəkildi, o deməkdir ki, alternativ kanallara yer yoxdur, ya bu müharibə bitir və hər kəs, deməli, sülh içində yaşayır, ya da ki, əgər mənə qarşı bir təcrid olacaqsa, mən bir növ bu proseslərinə hər kəsi müdaxilə edəcəm və əslində elə körfəz ölkələrindən hədəf almaqda İranın əsas məqsədi budur ki, bu məsələni regionallaşdırsın və digər dövlətlərin də bu proseslərin bitməsində, deməli, müdaxiləsini bir növ sürətləndirmiş olsun. Aydın müəllim, mənə elə gəlir ki, Hörmüz kartı artıq o qədər də effektiv kart deyil. Sultan bəyin dediyi kimi, Emrə bəyin söylədiyi kimi. Effektivliyini itirib sanki. İtirməsəydi, İran Husi kartından istifadə etməzdi. Başqa bir tərəfdən Çinin, Rusiyanın İrana dəstəyi məsələsi var ki, Rusiyanın başı Ukraynada qarışıb, Çin artıq maraqlı deyil. Öz iqtisadi maraqları doğrultusunda bu savaşın uzanmasından İranın çəmbəri gündən-günə sanki daralır. Və bu daralan çəmbərin nəticəsidir ki, indi də Husi kartına müraciət olunub. Siz necə hesab edirsiniz? Kaş doğrudan da yolun axırına gəlmiş olaydıq, həm İran üçün, həm də Amerika üçün. Amma düşünürəm ki, yolun axırına gəlib çıxdıq demək hələlik tezdir. Nə İran üçün, nə də Amerika üçün. Yolun sonu deyil hələ. Qabaqda hərəkətlər var, qabaqda proseslər var. Bu nöqteyi nəzərdən icazə verin Hörmüzün və Babil-Məndəb boğazının müqayisəsi məsələsində də biraz fərqli düşündüyümü deyim. Hörmüz boğazı məsələsi bitdi, nəticə vermədi kimi, nəticə demək elə gərdüz deyil. Əslində burada Hörmüz boğazı ilə Babil-Məndəbin müqayisəsi dəqiq aparılmalıdır. Hörmüz boğazı bəllidir. Hörmüz boğazından əsasən neft məhsulları gedir, qaz daşıyır gedir, kübrə gedir və s. Bəlli regionlara gedir, bəlli ölkələrdən gedir. Yəni, körfəzin ətrafında olan 7-8 ərəb ölkələridir, İranın özüdür. Çinə gedir, Cənub-Şərq Asiya ölkələrinə gedir, əsasən neft gedir, qaz gedir, kübrə gedir və s. Babil-Məndəb boğazının ötürücülük qabiliyyəti çeşid baxımından çox genişdir. Buradan daha çox ölkələr qidalanır. Bütün Avropaya gedən şeylər buradan gedir. Qırmızı dəniz, ondan sonra Süveyş kanalı, Aralıq dənizinə və bütün Avropanın təchizatı, Cənub-Şərq Asiyadan, bir sıra Afrika ölkələrindən gələn mallar buradan gedir. Eyni zamanda Səudiyyə Ərəbistanının demək olar ki, iqtisadiyyatının dayanıqlığının əsasını təşkil edən onun nefti buradan gedir Cənub-Şərq Asiya ölkələrinə, Çinə gedir və başqa Cənub-Şərq Asiya ölkələrinə. Onun daşıma gücü Babil-Məndəbin çeşid baxımından daha genişdir.
daha çox saylı ölkələr buradan nələrsə götürürlər. Amma burada bir incə məsələ var. Bu da ondan ibarətdir ki, Hörmüz boğazı bir növ istifadə olunmuş kartdır və onun nəyinin nə olduğunu İran çox gözəl bilir. Onun mühafizəsi necə idi, Hörmüz boğazını necə blokladı, dəfələrlə cəhd göstərdi Trump, hətta bunu beynəlxalq bir koalisiya yaratmaq istədi, Avropa ölkələrini cəlb elədi, NATO ölkələrini çağırış elədi. Sanki Avropa ölkələri bu Hörmüz boğazının güclə açılmasının o qədər asan məsələ olmadığını dərk eləyərək də bu işə dəstək vermədilər. Heç kim yaxına gəlmədi. Hətta Almaniyanın mina təmizləyən gəmiləri gəlib bu saat Qırmızı dənizdə gözləyirlər onlar. Sonra bilmədim, qayıtdılar, getdilər, yoxsa yox. Fransa gəmiləri Hörmüzə Fransa doğru gəmiləri dedilər ki, biz ancaq sülh sazişi imzalanandan sonra gəlib o minaları orada təmizləyə bilərik. Yəni, döyüşə-döyüşə Hörmüz boğazının açılması məsələsinə Trumpdan başqa heç kim girişmədi. Amma Ankara sammitində Aydın müəllim, Mark Rutte bildirdi ki, biz əməliyyatlara qoşula bilərik. Bilərik başqadır, amma qoşulacaq demək başqadır. Görkəm budur ki, hələlik o qərarı verməyiblər. Buna qədər yəni belə bəyanatlar yox idi Aydın müəllim. Biz bu bəyanatları necə oxumalıyıq? İndi bilmirəm, vallahi onlar nə dərəcədə buna qoşulacaqlar, qoşulmayacaqlar. Hər halda bir xeyli dərəcədə bu hərbi taktika məsələsidir. Yəni, Hörmüz boğazının güclə açılması. İndi bunu hərbi taktikalar daha dəqiq təhlil eləyə bilərlər ki, bu nə dərəcədə mümkün olacaq. Amma indiyə qədərki mərhələdə görsənən o oldu ki, o qədər də asan məsələ deyil o minaların təmizlənməsi və s. İkincisi, Hörmüz boğazının ətrafında İranın müşahidə qurğuları var, Hörmüzün mühafizə üçün raket bazaları var, ondan sonra dron atan qurğuları var bütün Hörmüz boğazı boyunca 180-200 kilometr boyunca, yəni Hörmüz boğazının özünün uzunluğunda İranın sahillərində, burada İranın hərbi nöqtələri var, hansı ki Hörmüz boğazından keçmək istəyən qanunsuz gəmiləri vurur, keçmək istəyənlərə maneçilik törədir və s. Amma bu nöqteyi nəzərdən Babil Məndəbdə vəziyyət necədir, hələlik bilinmir. Babil Məndəbin dibi minalanıb, minalanmayıb. Yəmənin belə bir imkanları var idi, yox idi. Ondan sonra bəzi mənbələr iddia edir ki, artıq orada da minalanma işləri başlayıb. Başlayıb, indi, bax, mən elə onu demək istəyirəm. İkincisi, Hörmüzdə Oman suları ətrafında minalanma işləri başlayıb. İkinci, onların blokadada saxlanması, yəni Babil Məndəbin blokadada saxlanması hansı üsulla həyata keçiriləcək? Hələlik bu sınaqdan keçməyib, çünki indiyə qədər Babil Məndəbin bağlanacağı ancaq bir versiya kimi irəliyə sürülürdü. Ona görə də hələlik biz Hörmüz boğazını daha önəmli hesab eləməliyik. Çünki Hörmüz boğazını artıq İran sınaqdan keçirdib ki, bunu bağlayanda dünyanın başı nə oynaça bilir, bunu bağlayanda onu nə qədər bağlı saxlaya bilir. Amma indi iqtisadiyyatda da artıq qiymətlərə də o qədər təsir eləmir Hörmüz boğazının bağlanması. Biz daha əvvəllər neftin qiymətinin 140 dollardan daha ötəyə qalxdığını görürdük, amma indi elə qiymətlər o qədər də qalxmır. Bu da onun göstəricisidir ki, artıq bazar da buna öyrəşdi, açılmağına, bağlama, müharibənin başlamağına, bitməyinə, danışıqlara. Yox, bazarın öyrəşməsi deyəndə bu mədə deyil ki, deyəsən ki, buna yumuşaq qiymət verəcək, adət eləyəcək. Bu, bazar iqtisadiyyatıdır. Amma proseslərin əvvəlində psixoloji faktor böyük rol oynadı. Hamı deyirdi, bütün dünya deyirdi ki, Hörmüz bağlansa, dünya neftinin 20% əgər buradan gedirsə, o bağlansa dünyada fəlakət olacaq. Onu gözləyənlər var idi, həm pis mənada, həm də yaxşı mənada, pul qazanmaq üçün gözləyənlər var idi, neftdən daha çox gəlir əldə etmək üçün gözləyənlər var idi və elə bir bəhanəyə bəndidilər ki, İran bir dənə minanı qoysun, Hörmüzü bağlasın. Dərhal bir gecənin içərisində 30-40 dollar neftin qiymətini qaldırdılar. Bax, o psixoloji faktorun təsiri yavaş-yavaş keçir, yoxsa bazarın öyrəşməyi ilə deyil və əgər uzun müddət belə davam edəcəksə, dünyada neftin qiyməti daimə yüksəlməkdə davam edəcək. Amma bax, bu Hörmüzün bağlı olduğu müddətdə, neftin təminatı ilə fasilə yarandığı müddətdə Çinin iqtisadiyyatına baxın, Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatına baxın, onların neftinə təmin olunmasında ölkələrində neftin qiymətinə baxın, görün vəziyyət necə dəyişir, rəqəblər hər şeyi göstərir. İnflyasiya böyük sürətlə gedir, hətta Amerikanın özündə. Düzdür, Amerika pul qazanır burada, amma digər ölkələr, xüsusilə də Çindir, hansılar ki, Körfəz ölkələrinin neftinə möhtac idilər, Avropa ölkələrində inflyasiya daha böyük sürətlə gedir və onlar itirirlər. Ona görə də Babil Məndəb kartının işə salınması
Bu bir növ Hörmüz boğazına bir dəstək əlamətidir. Hörmüz boğazı ilə dünya iqtisadiyyatına, dünya ölkələrinin siyasətinə təsir göstərməyə əlavə bir vasitədə İran qazanmaq istəyir. Eyni zamanda Babil-Məndəb boğazının indiyə qədər hələ Qazanacaqmı sizcə? Mən elə Effektiv gəlir olacaqmı? Bəli, Nə qazanacaq İran bundan? Bu, İranın burada hədəflədiyi nədir? İranın hədəflədiyi, az əvvəl elə burada səsləndiyi kimi, əgər biz neft çıxarda bilməyəcəksə, heç kim nefti çıxarda bilməyəcək. Birinci növbədə burada Körfəz ölkələrinin iqtisadiyyatına böyük zərbə dəyir. İranın da elə zaten hədəfi budur. Bu ölkələri Amerikanın üstünə qaldırmaq. Amerikanın oradakı olan bazalarını ilkin mərhələdə vurdu. Düzdür, o Körfəz ölkələrinin heç birinin sırf özlərinə aid olan nə mülki obyektlər, nə hərbi obyektlərə ziyan vurmadı. Qaldıra bildimi Körfəz ölkələrinə Birləşmiş Ştatların üzərinə? Mən niyəsə əksini gördüm aldığımız məlumatlarda. Artıq ilkin əlamətdir. Körfəz dövlətləri əksinə Körfəz Əməkdaşlıq Şurasından bir açıqlama gəldi. İranın müharibə cinayətlərinə görə bir bəyanat yaydılar, müharibə cinayətlərinə görə qınadılar. Qətər başqa bir tərəfdən İrandan təzminat istəyir, Küveyt başqa bir tərəfdən İrana etiraz edir. Amma əks tərəflərdə var axı. Mən də onu sizə deyim ki, bəzi Körfəz ölkələri açıq şəkildə dedilər ki, Amerika bu bölgədə ancaq İsrailin müdafiəsi ilə məşğuldur, təkcə İsraili məsələn. Bunu nə zaman dedilər Aydın müəllim? Bu müharibə təzə başlayanda. Təzə başlayanda, amma reallıqlar indi dəyişir artıq. İndi dəyişə bilər reallıqlar, amma hər halda bu ölkələrin də Amerikaya deyəcəyi bir şeylər var ki, İsraillə bərabər bizim də müdafiəmizi təşkil elə. İkinci bir tərəfdən, lap əvvəldə yadınızdadır, Trump bəzi Körfəz ölkələri ilə geniş miqyaslı iqtisadi sazişlər imzaladı, milyardlarla, trilyonlarla dollarlıq. Amma o sazişlərin arxası gəlmədi. Artıq bu ölkələr aparılan siyasətlərinə bir tənqidi yanaşmağa başlayırlar. Hətta bəzən belə bəyanatlar eşidilir ki, Körfəz ölkələri özlərinin təhlükəsizlik təminatlarını şaxələndirməyə məcburdular. İndiyə qədər təhlükəsizlik təkcə Amerika ilə bağlayıblarsa, bundan sonra alternativ yollar axtarmağa başlayırlar. Hətta bəziləri bunun üçün Türkiyəyə müraciət edirlər, bəziləri Pakistanla yaxınlaşmağa hazırlaşırlar. Hələlikdə real addımlar olmasa da, məsələn, Amerikanın üzünə durmaq, amma hər halda Amerikanın siyasətinə tənqidi baxışlar var. Bu da elə məsələnin ilk başlanğıcıdır. İkincisi, bəli, xüsusilə də Avropa ölkələrinin, yəni Trumpın NATO üzrə əsas müttəfiqi olan ölkələrdəki vəziyyətə, iqtisadi vəziyyətə təsir baxımından İran atdığı bu addımların xeyli dərəcədə təsiri var. Amma əlbəttə, sonsuz bir şey yoxdur. İran Hörmüz boğazı bağlanmasın, Babil-Məndəb boğazı bağlanmasın. İranın özü iqtisadi olaraq Amerikadan xeyli dərəcədə kiçik ölkədir. Bu münaqişənin uzun müddət davam eləməsi İran iqtisadiyyatının tab gətirməməsinə gətirib çıxarda bilər. İran iqtisadiyyatı nə qədər dözəcək? İnflyasiya sürətlə gedir. Sürətlə gedir. İkinci bir tərəfdən Amerika uzaqdadır. Birbaşa Amerikanın özünün ərazisinə zərbə dəymir, amma İranın ərazisinə zərbə dəyəcək. Digər tərəfdən İran tək görsənir əslində, baxmayaraq ki, siyasi diplomatik səviyyələrdə Rusiyanın dəstəyi var, Çinin dəstəyi var, siyasi diplomatik, amma hələ indiyə qədər İranın müttəfiqi sayılan ölkələrin birindən hələ belə bəyanat eşidilməyib ki, biz İranı dəstəkləyəcəyik. Məsələn, İranın ənənəvi müttəfiqlərinə sayılan Sudanın səsi çıxmır, Kubanın səsi çıxmır, Şimali Koreyanın səsi çıxmır. Amma Amerikanın tərəfində Amerikanı dəstəkləyən, hərbi olaraq dəstəkləyən ölkələri var. Üstəlik, Amerikanın iqtisadiyyatı böyük. Belə şəraitdə münaqişənin uzun müddət davam edəcəyi təqdirdə bir Hörmüz yox, 10 Hörmüz bağlansın. Hər halda prosesin bir sonu var. Amma uzandıqca İranın xeyrinə olan təzə şeylər meydana çıxa bilər. Məsələn, Rusiyanın müqaviməti, Çinin müqaviməti, Amerikanın daxilində bu etirazlar, Amerikanın daxilində ictimaiyyətin fəaliyyəti, NATO'nun özünün daxilində bu prosesə fərqli yanaşmalar. Məsələn, Trump indi İranın üstünə başqa ölkələri də cəlb eləmək istəyir. Məsələn, Böyük Britaniyadakı bazalarını istifadə eləmək istəyir. Böyük Britaniya razılıq verib. İran da buna etiraz edib. Bəli, Bolqarıstandakından istifadə eləmək istəyir. İran da deyib ki, Bolqarıstanı da vuracam. Rəsmi bəyanat veriblər. Maraqlıdır ki, bugünə qədər Britaniya icazə vermirdi, amma indi artıq icazə verir. Burada bir incə məsələ var. Bu da NATO'nun Ankara sammitində müəyyən ölkələrlə pərdə arxası və yaxud da ki, bir örtülü razılaşmalar ola bilər. Mən konkret bir informasiyam yoxdur, rəsmi bir şey də yoxdur. Amma ehtimallar ola bilər ki, Trump'ın orada bəzi görüşlərində hansısa ölkələrdən, indi hamıdan dəstək ala bilmir.
Biz onu birinci mərhələdə gördük. Hamıdan dəstək alması üçün NATO-nun 5-ci maddəsi işə düşməlidir. Hamısı da deyir ki, 5-ci maddə bura dəxli yoxdur. Çünki Amerika hücuma məruz qalmayıb. Amerika özü hücum edən tərəf. Amma istənilən halda, Aydın müəllim, bugünə qədər hər hansı bir dəstək yox idi. Hətta NATO ilə, NATO ölkələri ilə, Birləşmiş Ştatların özü, Mark Rutte ilə və digərləri ilə Donald Trumpın arasında soyuq küləklər əsirdi. Donald Trump NATO-nu kağız pələngi belə adlandırırdı. Amma indi nə dəyişdi ki, Qafar müəllim? Artıq NATO ölkələri də ortaq qərarlar çıxardırlar. Məsələn, İran Trumpa tərəf meyllənirlər. Bəli, Trumpa tərəf meyllənirlər və bildirirlər ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Belə bir bəyanat da yaydılar Ankara sammitində. Bilirsiniz, NATO-nun Türkiyədəki sammitində, Aydın müəllim də ondan bəhs elədi, ikili görüşmələr olub. İndi pərdə arxası çox danışıqlar aparılıb. Bəziləri ilə Trump bəzilərinə təsir eləmək, bəzilərini öz tərəfinə çəkmək üçün cəhdlər eləyib. Bilirsiniz ki, NATO ölkəsi olan İspaniya İran əməliyyatlarına isti baxmırdı və həmişə də ona qarşı gedirdi. İndi də o mövqeyini qoruyub saxlayıb. Amma NATO ölkələrinin bəzilərinin bu sammitdən sonra İrana qarşı Amerikanın aparacağı bu ikinci faza müharibəsində dəstək verəcəkləri sözü alınmışdı. Məncə bu da alternativi olmayan bir fikirdir. Söz alınıb. NATO sammitinin Türkiyədə, Ankara'da olmasının da əsas səbəblərindən biri idi. Çünki buna qədər NATO ilə Amerika Birləşmiş Ştatları arasında fikir ayrılıqları vardı. Həm NATO-nun maliyyələşməsi məsələsində, həm NATO-nun ortaq tətbiqatlar, ortaq əməliyyatlar keçirməsi məsələsində Amerikaya istənilən dəstək verilmirdi. Bu ikinci fazada artıq Amerikanı da ürəkləndirən məsələlərdən biri ondan ibarətdir ki, NATO bu məsələlərdə Amerikaya dəstək verəcək. Biraz əvvəl ondan söhbət getdi ki, quru əməliyyatları İrana qarşı keçirilməsi məsələsi, o da müzakirə predmeti oldu əslində. Amma mən elə düşünmürəm ki, buna artıq biz olumlu baxa bilərik ki, Amerika bu qərarı verə bilər. Bu çox çətin məsələdir. Bəzi ekspertlər deyir ki, 12 gecəlik ki, bu hücumlar var, İrana edilir və İranın başqa şəhərlərlə kommunikasiyaları, əlaqələri kəsilir. Məhz bu ona hesablanıb ki, İrana quru əməliyyatları həyata keçiriləcək. Quru əməliyyatlarını necə həyata keçirəcək? Və hardan həyata keçirəcək? Bəli, hardan həyata keçirəcək? Bu regional dövlətlərin birinin ərazisindən keçir. İranı əhatə edən ölkələr bəllidir. O vaxt Türkiyə ərazisindən Kürd qruplaşmalarını bu işə cəlb eləmək istədilər. Bu da alınmadı və digər ölkələrdən də, yəni İraqdan belə bir cəhdin olunması mümkün deyil və quru əməliyyatlarında başarılı şansı sıfırdır. Yəni, əgər İranın ərazisinə quru əməliyyatı keçirilsə, burada məğlubiyyət olacaq. Bunu artıq Amerikada da yaxşı bilirlər. Mən inanmıram ki, Amerika belə bir cəhd eləsin. Bu ikinci fazada daha çox indi həmkarlarımız da bunları geniş şəkildə şərh elədilər. Yəni, bu Hörmüz boğazı, digər boğazda, yəni neft kartından, yəni onun satışı, dünya iqtisadiyyatına təsiri məsələlərini İranın üzərinə yıxmaqla, İranı həm də Körfəz ölkələrini bunun üzərinə qaldırmaqla. Siz yəqin yaxın günlərdə elə bir xəbərə rast gəldiniz ki, hətta Suədiyyə Ərəbistanına atom silahı əldə etmək şansı, imkanını
vermək şansı o inanmıram ki, Amerika belə bir, həm də İsrail buna qarşı gedən ölkələrdən biridir. İsrail imkan verməz ki, İndi Donald belə bir Trump, şey. Qafar mənim sözünüzə qüvvət bir açıqlama verib ki, Səudiyyə Ərəbistanı İbrahim sazişlərinə qoşularsa, o zaman biz də ona bu imkanı tanıyacağıq. Uran Demək, burada oyun gedir. Bir siyasi Arzu xanım, burada siyasi oyun gedir. Trump da oynuyor, amma Trump qeyri-ciddi adam olduğundan, qeyri-ciddi rəhbər olduğundan bu məsələlərə Amerikanın özündə də və dünyanın çeşitli yerlərində də ciddi baxılmır. Yəni Trump'ın dediyi, yəni əgər bunlar buna qoşulsalar bu imkanı sağlayacaq desə, yəqin sabah İbrahim sazişlərinə körfəz ölkələri qoşulsa onu verəcəkmi? Bu inandırıcı deyil. Çünki bu bir nəfərin verəcəyi qərardan asılı deyil. Yəni dünya siyasətində, qlobal siyasətdə elə məsələlər var ki, bir adamın dodağından çıxan kəlmə ilə hesablamaq olmur. Yəni Trump'ı da açıq şəkildə dünya artıq o qədər də ciddi fiqur hesab eləmir. Düzdür, indi təsir imkanları var. Yəni Amerika Birləşmiş Dövlətləri kimi bir ölkənin başında olan adamdır. Amma o da var ki, artıq noyabr ayında bir impeachment məsələsi də ola bilər. Və bu münaqişə, İran-Amerika Birləşmiş Dövlətləri münaqişəsi, İsrail də qatmaq olar ona. Bu münaqişə əgər uzanarsa, biraz da uzanarsa, gələcəkdə fərqli nəticələr görə bilərik. Yəni bu mənada fərqli nəticələr görə bilərik. İran şübhəsiz ki, bu məsələlərdə dirənəcək. Burada da bəhs olundu. Husi kartından, digər kartlardan istifadə eləyəcək və körfəz ölkələrindəki Amerika bazalarını yenə İran vurmağa davam eləyəcək. Bu da təsirsiz qalmayacaq. Mənə elə gəlir ki, dünya siyasətində İran hələ məğlub durumda olan bir ölkə görünümündə deyil. Yəni bu da belə qəbul olunur. İndi İran da hara qədər müqavimət göstərəcək? Bu da əslində maraq doğuran suallardan biridir. Əmrə bəy, Ankara sammitində nə baş verdi ki, liderlər birlikdə qərar aldılar ki, hətta Mark Rutte də bir açıqlama verdi ki, biz əməliyyatlara qoşula bilərik, İrana qarşı əməliyyatlara. Bugünə qədər isti baxmayan bu məsələyə bəzi Avropa dövlətləri indi isti baxmağa başladı. Trump nəyi dəyişdi? Hansı manevr ilə Avropa dövlətlərinin belə bir mövqeyə gəlib çıxmasına səbəb oldu? Mən Əmrə bəyi eşitmirəm, təəssüf ki. Səsi açardı, zəhmət olmasa. Əmrə bəy, biz sizi eşitmirik. Biz Əmrə bəyi eşitmirik. Nə dəyişdi Sultan bəylə? Onda davam eləyək. Yəni, indiyə qədər bu əməliyyatlara isti baxmayan Avropanın bəzi ölkələri Mark Rutte'nin də elə timsalında, NATO-nun baş katibinin timsalında ki, biz bu əməliyyatlara qoşula bilərik dedi. Yəni, Trump hansı manevrı həyata keçirtdi ki, belə bir fikir dəyişikliyinə getdi Qərb? Mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Mən NATO sammitinə başdan axıra qədər baxdım, o cümlədən Mark Rutte'nin mətbuat konfransına və Rutte orada birbaşa bildirmədi ki, biz bu əməliyyatlara qoşulacaq. Sadəcə ona eyham etdi ki, əgər hər hansı bir sülh olarsa, müharibədən sonra biz NATO ölkələri individual şəkildə burada iştirak edə bilərlər. Yəni, burada məsələ ondan ibarətdir ki, bayaq hörmətli Aydın müəllim də aydınlaşdırdı bunu. NATO'nun bu, deməli, Hörmüz boğazından bağlı məsələlərə müdaxilə etməyə hər hansı bir hüquqi əsası yoxdur, bir. Çünki 1949-cu ildə qəbul olunan NATO xartiyası, yəni nizamnaməsinin 5-ci maddəsi açıq-aşkar qeyd olunur ki, əgər üzv ölkə hücum olarsa, yəni hücum olduğu təqdirdə NATO cavab deməli tədbirlərə əl ata bilər. İndiki halda biz bilirik ki, ABŞ-a hər hansı bir hücum olmayıb.
Yeri gəlmişkən 5-ci maddə tarixdə yalnız bir dəfə sentyabrın 11-dən sonra, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra işlək vəziyyətə düşdü. Çünki o vaxtı bilirsiniz ki, 11 sentyabrda ABŞ-a hücum həyata keçirilmişdi Əl-Qaidə tərəfindən. Yəni bu baxımdan hüquqi əsas yoxdur. Digər tərəfdən də NATO-da qərarlar, deməli, North Atlantic, yəni Şimali Atlantika Şurası var və orada verilir qərarlar və bu qərarlarda hər kəs həmrəylik vacibdir və bu qərarların deməli qarşısına deməli istəməyəcək dövlətlər də var ki, İspaniya bura misal çəkə bilərik. Eyni zamanda digər NATO, xüsusilə də Şərqi Avropa, yəni NATO'nun şərq qanat üzvləri var ki, bu prosesdə iştirak etmək istəməyə bilərlər. Bu da sözsüz ki, NATO'nun birbaşa müdaxiləsini imkansız edir. Amma Mark Rutte nə dedi orada? Dövlətlər burada individual şəkildə qərar verməlidirlər. Və bu məsələdə də biz görürük ki, əslində Donald Trump'ı tam şəkildə dəstəkləyən Avropa dövləti demək olar ki, yoxdur. Düzdür, öz bazalarından istifadə etmək hüququnu verirlər. Məsəl üçün, bir neçə gün öncə Bolqarıstan parlamenti yaşıl işıq yandırdı 250-yə yaxın ABŞ hərbçisinin və deməli hərbi təyyarələrinin, yanacaq dolduran təyyarələrinin o Bolqarıstanda yerləşməsinə icazə verdi. Böyük Britaniya yeri gəlmişkən bugünə qədər icazə verib həmişə oradan ABŞ xüsusilə B1 bombardımançıları bilirsiniz ki, oradakı bazalarda cəmləşib. Yəni bu məsələlərdə dəstək göstərirlər. O cümlədən sülh sazişi imzalanarsa, yəni post müharibə dövründə bu və ya digər şəkildə gəmilərin göndərilməsi, mina təmizləmədə iştirak və bu məsələlərə dəstək göstərirlər. Amma birbaşa İran deməli müharibəsinə müdaxilə etmək böyük bir risklər daşıyır müharibənin genişlənməsi. Hörmüz boğazının açılmasında niyə müştərək fikirləşə bilmirlər? Yəni dediniz hüquqi əsasları yoxdur. Ancaq Avropa nə edəcək? Bəs Donald Trump da deyir hörmüz mənə maraqlı deyil. Avropa üçün maraqlıdır. Arzu xanım, bu birbaşa... Bu proses, bu müşkül vəziyyət necə çözüləcək o zaman? Bu mən düşünürəm ki, müştərək deyirsiniz, amma bu birbaşa müharibəyə qoşulmadı. Yəni Avropa dövləti əgər orada hər hansı bir gəmisini göndərir və o gəmi Hörmüz boğazının deməli məcburi şəkildə açılmasında iştirak edirsə ki, bunun üçün də İranın əməliyyatlarını zərərsizləşdirmək, yəni İrana qarşı hücum əməliyyatları həyata keçirmək lazımdır. Bu artıq həmin Avropa dövlətinin müharibəyə daxil olması deməkdir ki, Avropa dövləti də bu riski öz üzərinə götürmək istəmir. Yəni Fransa olsun, Britaniya olsun, Almaniya olsun, onlar gəmilərini dedilər göndərərək, amma bu gəmilər sırf hərbi əməliyyatlarında deyil, sadəcə humanitar mina təmizləmə əməliyyatlarında iştirak edə bilərlər. Və NATO-nun da dediyim kimi, NATO-nun da bu proseslərdə birbaşa iştirakı ilə hüquqi zəmin. Sadəcə Donald Trump müəyyən mənada Avropa dövlətlərindən dəstək gözləyirdi, amma bu dəstəyi o başqa formada, tutaq ki, hər hansı bir koalisiya yaratmaq formasında həyata keçirə bilər. Necə ki, 91-ci ildə İraqa qarşı həyata keçirdi. Bilirsiniz ki, 90-cı ilin avqustunda Səddam Kuveyti işğal edəndən sonra ABŞ İraqa qarşı beynəlxalq koalisiya yaratdı. Orada da NATO müdaxilə etmədi. ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri BMT Təhlükəsizlik Şurasının 678 sayılı qətnaməsinə əsasən yanvarın 15-də 91-də müdaxilə etdilər. Səhrada tufan əməliyyatı baş verdi və nəticədə Səddam Hüseynin qoşunları Kuveytdən çıxmalı oldular. Yəni bu şəkildə bir koalisiya yaratmaq istəyirdi. Amma burada da biz görürük ki, və yaxud da ki, İraq müdaxiləsi. 2003-də İraqda da, orada da NATO müdaxilə etmirdi. Orada da sadəcə ABŞ-ın rəhbərliyi. Əfqanistanda NATO idi. Amma İraqda koalisiya deməli, ABŞ, Britaniya, hətta o koalisiyada Fransa yox idi, Almaniya yox idi. Biz gördük ki, hətta orada belə NATO daxilində belə ciddi fragmentasiya səbəbi oldu İraqa müdaxilə məsələsi ki, bu baxımdan Körfəz məsələsi də bir sıra Avropa dövlətləri üçün həssas məsələdir və o dövlətlər hazırda, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda əsas diqqətin bu müharibədən deməli, yaxın şərqə, Körfəzə yönləndirilməsini istəmirlər, dəstəkləmirlər. Bu əlavə eləmək olar mı? Buyurun. NATO ölkələrinin İran məsələsində Trumpın mövqeyinə yumşalmış kimi, meyillənmiş kimi görsənmələri bu daimi olmaya da bilər. Bu bir dəyişən mövqedə ola bilər. Çünki artıq çox böyük ehtimallara görə bu NATO'nun Ankara sammitində gedən proseslərə uyğun olaraq yaranmış bir mövqedir. Situativ mövqedir. Bəli, situativ. NATO'nun Ankara sammitinə qədər Avropa ölkələrində bir böyük narahatlıq var idi. Onlar üçün bir neçə əhəmiyyətli prioritet məsələ var idi. Bu, Ukraynanın dəstəklənməsində, Rusiyaya qarşı müharibə cəhbəsinin genişləndirilməsində bütün NATO'nu kollektiv bir qüvvəyə çevirmək və NATO'nun 5-ci maddəsinin hamı üçün önəmini bir daha təsdiqləmək. Avropa dövlətləri bu iki məsələ sarıdan xüsusi narahat idilər. Çünki sammitə qədər Trump Ukrayna məsələsində biraz yayğın mövqe tuturdu. Hətta
açıq şəkildə Rusiyanı dəstəkləyirdi, torpaqların, ərazilərin Rusiyaya verilməsi fikrini bəzən işlədirdi. Zelenskinin üstünə yeriyirdi ki, sən heç bir kartın yoxdur, torpaqlar ver, canı qutar və s. belə. Avropa ölkələri də narahat idilər ki, sammitdə Trumpın mövqeyini dəyişə biləcəklərmi? Bir, ikincisi, NATO-nun 5-ci kollektiv müdafiə məsələsi. Trump bu ikisinə də dəstək verdi. NATO zirvəsinin yekun bəyannaməsində ora konkret olaraq yazdılar ki, Rusiya təzyiqlər gücləndirilməlidir və sahədə də Ukraynanın üstünlüyü qəbul edilməlidir. Ukrayna artıq üstələməyə başlayır. Trump buna da hə dedi. O cümlədən də 5-ci maddəyə, yəni NATO-nun hər hansı bir ölkəsi, deyək ki, Avropa ölkəsi hücuma məruz qalarsa Rusiya tərəfdən, bunun mənası budur. Avropa ölkələrinin istədiyi budur. Yəni, indiki şəraitdə hər hansı bir Avropa ölkəsi Rusiya tərəfdən hücuma məruz qalarsa, Amerika NATO-nun 5-ci maddəsinə uyğun köməyə gəlməlidir. Bunu da qəbul elədilər. Bax, ola bilər ki, bu Avropa ölkələri üçün bir taktiki gediş idi. Trumpın həmin o iki məsələyə dəstəyini qazanmaq üçün bəlkə də taktiki bir gediş eləyib, İran məsələsində Trumpı dəstəkləyə biləcəklərinə oxşayan bir fikir işlədiblər. Bu mümkündür. İkincisi, orada təhbətək görüşlər olub. Bu təhbətək görüşlərin necə müzakirə getdiyi, nələr müzakirə olunduğunu söyləmək bizim üçün çox çətindir. Ola da bilər ki, bəzi ölkələrin hərisini alıb Trump, bəzi ölkələrin. Eyni zamanda mən o mövqedəyəm ki, NATO ölkələri hələlikdə İran müharibəsinə açıq şəkildə qoşulmaq niyyətlərində deyirlər. Amma istisna deyil ki, nə zamansa qoşulacaqlar. Bu da o vaxt ola bilər ki, İranın artıq tam şəkildə taleyinin həll olunduğu, rejimin dəyişmə məsələsinin ortaya gəldiyi vaxtda Avropa ölkələri ola bilər ki, NATO ölkələri İrana qarşı hərbi kampaniyada iştirak eləsinlər. Amma indilikdə açığım mən NATO ölkələrinin Trumpa qoşulub İran ərazisinə zərbələr yendirə biləcəklərini hələlik gözləmirəm. Çünki İranın özü açıq deyib ki, Bolqaristanı da vuracağam, Amerikanın Britaniyadakı bazalarını da vuracağam. Birinci növbədə nəzərdə tutur yəqin o Hind okeanındakı Diego Garcia bazasını, Britaniyanın bazasını. Hətta bir ay əvvəl ya o bazanın yaxınlığına İranın raketi də getdi düşdü. Bundan hətta dedilər ki, şahid raketi hansı idi? Bunu dedilər ki, İran özü bunu qəsdən ora atıb göstərsin ki, hətta ora qədər gedib çata bilən, orada hardasa 4000-3000 kilometr məsafədə olan bazadır. Yəni, İran o gücünü göstərir. Ona görə də hələlikdə NATO ölkələrinin hərbi əməliyyatlara qoşulacağını hələlik gözləmir. Əmrə bəy, siz necə hesab edirsiniz? NATO ölkələri hərbi əməliyyatlara qoşula bilərlərmi İrana qarşı? Başqa bir tərəfdən də Amerika Birləşmiş Ştatlarının bu intensiv zərbələri İrana, İranın mövqeyinin yumuşalmasına gətirib çıxaracaqmı? Evet, Arzu Hanım, ben şimdi öncelikle ilk sorunuza yanıt vereceğim ama bir de büyük resme bakmamız gerekiyor. Yani şu andaki bu boğazlar konusu, Hürmüz Boğazı, ticaret yollarının başka bir amacı da var. Bu kriz aslında bir noktada başka şeyin bir dönüşümü. Ona da elbette ifade edeceğim ama öncelikle ilk sorunuzdan başlamak istiyorum. Şimdi NATO'nun temel hedefi burada yeni bir savaş çıkarma değil. NATO'nun burada temel hedefi Orta Doğu'daki savaşın Avrupa Atlantik güvenliğine sıçramasını önlemek. Ve dolayısıyla Ankara'daki özellikle NATO zirvesinde Avrupa Birliği Trump'ı şu konuda ikna ettiğini görüyoruz. Yani biliyorsunuz Amerika Birleşik Devletleri Başkanı Donald Trump İran'ın ilk savaş ortamında NATO'nun beceriksiz olduğunu, hiçbir işe yaramadığını, hatta çok ağır amrane birçok laf kullandı. Dolayısıyla burada Avrupa Birliği, daha doğrusu NATO ülkeleri ve tabii ki Avrupa Birliği içindeki ülkeler ama şunu ifade etti. Evet, haklısın. Biz Amerika Birleşik Devletleri'ne çok güvenlik açığından maliyeti yüksek bir ittifak olmaya başladık ama senin de Çin'e karşı bir takım hedeflerin var. Hem Rusya'ya karşı hem de Çin'e karşı bir takım hedeflerin var. Aslına bakıldığı zaman çıkarlarımız ortak. Dolayısıyla biz savunma harcamalarını arttırıyoruz. Ama senin de burada yapman gereken özellikle eğer Çin'e karşı güçlü olmak istiyorsan senin NATO'da kalman gerekiyor tarzında. Bana göre böyle bir karşılıklı bir ikna oluşturma çabası ortaya çıktı ki halihazırda siz de ifade ettiniz. Akabinde söylemler bambaşka bir yöne evrildi. İşte Macron'dan daha güçlü bir açıklama geldi.
İngiltere'den keza aynı NATO'nun işte bütünlüğüne vurgu yapıldı vesaire vesaire. Şimdi dediğimiz gibi yani NATO'nun amacı burada yeni bir savaş başlatma değil, savaşın yayılmasını önlemek. Eğer bu savaş yayılmazsa bir noktada, savaş başka bölgelere sıçrarsa bu sefer bu krizden fırsat olarak yararlanabilecek iki tane temel ülke var. Bir tanesi Çin, diğeri de Rusya. Dolayısıyla Trump'ın ikna edildiğine, ben bu konuda ikna edildiğine inanıyorum. Bu bağlamda da askeri varlığını arttırmak, caydırıcılık oluşturma, işte diplomatik koordinasyon güçlendirme, müttefik ülkelerin savunma kapasitesini destekleme gibi NATO böyle bir pozisyona girdi. Aslında bu yaklaşım özellikle enerji hatlarının kritik ticaret yollarının güvenliği açısından önemli. Şimdi ona da geleceğim aslında. NATO'nun başka bir görevi de var burada. Son Ankara zirvesinde. Mesela şimdi büyük resimden bahsettik. Orta Doğu'da biliyorsunuz artık yeni dünya üzerinde birçok şey değişti. Bunu herkes görüyor. Tüm dünya bunun farkında. Şimdi Orta Doğu'daki krizlerin sonucunda tek bir yeni enerji hattı yok. Çoklu güzergah sistemi oluşmaya başladı. Bu da yeni dünya üzerinde enerji koridorlarının bir parçası haline geldi. Şimdi Hürmüz üzerinden klasik deniz rotası yerine mesela Suudi Arabistan Kızıldeniz'e ulaşan hat, işte Birleşik Arap Emirlikleri'nden Füceyre'ye ulaşan bir hat, işte Irak, Ürdün, Akabe seçeneği var. Körfez, Irak, Türkiye, oradan da Avrupa koridoru. İşte bunların amacı aslında Hürmüz'ü tamamen devre dışı bırakmak için değil, tek bir boğaz bağımlılığını aslında azaltmak. Çünkü mevcut alternatif hatların kapasitesi, yani Hürmüz'den geçen toplam enerji akışını bütünüyle ikame etmeye henüz yeterli değil. Şimdi bu seçenek, daha doğrusu bu bilgi Uluslararası Enerji Ajansı verilerine de yansıdı. Ben incelediğimde mesela en son Suudi Arabistan ve Birleşik Arap Emirlikleri'nin kullanabilir alternatif kapasitesinin sınırlı kaldığını gösteriyor. Dolayısıyla işte tam bu noktada NATO'nun da temel hedefi bu, onu önümüzdeki dönemde kurulacak olan yeni enerji güzergahlarının korunması için NATO'da Ankara'da bir karar aldı. Dolayısıyla bir kez daha ifade etmek gerekirse NATO'nun amacı burada savaş çıkartmak değil, hatta savaşa da müdahale olmak değil. İran'ın Amerika Birleşik Devletleri'ne Husi kozunda en önemli seçeneklerinden bir tanesi de hani siz az önce değerli konuklarınız söyledi, işte Körfez'e saldırması, Körfez'i birbirine düşürmesi. Aslında İran burada Amerika'yı Yemen bataklığını da itmeye çalışıyor. Yani ne kadar Orta Doğu'da bataklığa saplanırsa Amerika Birleşik Devletleri hem o kadar itibar kaybedecek, nüfus kaybedecek, belki mühimmat kaybedecek, belki de müzakere masasında güçsüz bir Amerika figürü oluşturmak için Husi kartını da çok sağlam bir şekilde kullandığını söylemek mümkün aslında. Aydındır Əmrə bəy, maraqlı fikirlər idi və bu maraqlı fikirlər üçün sizə təşəkkür edirəm və sizinlə sağollaşırıq, minnətdaram, bağlantıya qoşuldunuz və fikirlərinizi bizimlə paylaşdınız. Ben teşekkür ederim, iyi akşamlar diliyorum. Təşəkkürlər. Biz reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra müzakirəmiz davam edəcək. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Qiymətlər əridi. Abşeronda 425 manatdan dondu. 10-20 iyul tarixlərində Abşeron Ticarət Mərkəzində kondisionerlərə böyük endirim kampaniyası başlayır. Byte Home, Dokla, Evrolux, Newcont, Sahara Electronics, Sokani və Anta mağazalarında yay üçün sərfəli kondisioner təklifləri sizi gözləyir. Üstəlik, bəzi mağazalarda çatdırılma və quraşdırılma pulsuzdur. Daxili kredit və taksid imkanları da mövcuddur. Sərfəli alış-verişin doğru ünvanı. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et.
Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Həm bina evi, həm də şəxsi bağça. İkisi birində. City Garden Nərimanovun bağçalı mənzillərində şəhər həyatının rahatlığını və həyət evinin üstünlüklərini bir arada yaşaya bilərsən. 45 kvadrat metrdən 75 kvadrat metrədək yaşıl ağaclarla əhatəli, kənar gözlərdən tam uzaq, izolyasiya olunmuş, hüzur dolu bir həyət evi və tam təmirli mənzil səni gözləyir. İstər ipoteka, istər daxili kreditlə. Ətraflı məlumat üçün Kristalın satış ofisinə yaxınlaşa və ya Ulduz 1544-də zəng edə bilərsən. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Paltarlarınızı tərtəmiz etmənin fərqli bir yolu. Yeni Ariel hamısı bir arada pods. Ləkələri podla. Xoşagəlməz qoxuları podla. Qısa proqramlarda podla. Əvvəlcə Ariel Pods, sonra paltarlar. Tərtəmiz paltarlar üçün sən də podla. Uşaqlardan uzaq tutun. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Supply stable. Ciddisən? Bir həftə olmayacam, yoldaşıma pul göndərirəm. Salam Aynur. Salam, sizə necə kömək edə bilərəm? Maaş kartından Şəfiqəyə 2000 manat göndər, zəhmət olmasa. Şəfiqə Hüseynliyə göndər. Hər yerdə sizinlə danışan bank. Kartlar öz hesabların arasında və nömrəyə köçürmə. Kartın aktiv, deaktiv edilməsi. Bankla bağlı bütün sualların cavablandırılması. İndi çox rahat. Davamı da gələcək. ABB. Gələcəyin bankını qarşılayın. Menstruasiya zamanı yeni və daha yaxşı təcrübəyə hazırsınız? Yeni Always Ultra bezlərini qarşılayın. İndi yeni və daha yaxşı üst qatı ilə həmişəkindən yumuşaqdır və ani güclü axıntını daha yaxşı obduraraq quruluğu təmin edir. Tanıdığınız və etibar etdiyiniz Always müdafiəsi ilə hər zaman arzuladığınız yumuşaqlığı hiss edin. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Qiymətlər əridi. Abşeronda 425 manatdan dondu. 10-20 iyul tarixlərində Abşeron Ticarət Mərkəzində kondisionerlərə böyük endirim kampaniyası başlayır. Byte Home, Dokla, Evrolux, Newcont, Sahara Electronics, Sokani və Anta mağazalarında yay üçün sərfəli kondisioner təklifləri sizi gözləyir. Üstəlik, bəzi mağazalarda çatdırılma və quraşdırılma pulsuzdur. Daxili kredit və taksid imkanları da mövcuddur. Sərfəli alış-verişin doğru ünvanı. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Körpələrin bezlərimizin rahatlığını sınaması üçün öz yolları var. Yeni Pampers Premium Care 2 qat qoruması ilə mayəni dərhal obdurur və ultra yumşaq lay altında həbs edir və 100%dək dəri rahatlığını təmin etməyə kömək edir. Yeni stop cibimiz isə arxada sızmalardan qorunmağa kömək edir. Dərinin rahatlığı körpələr tərəfindən təsdiqlənib. Pampers Premium Care. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb.
brilliant parlaqlığı ilə öz Prime Eran yaşa. Yeni Garnier Fructis seriyası, bitki keratini və suya davamlılıq texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir. Sənin brilliant parıltılı Prime Eran. Garnier Fructis. 30 kvadrat metrədək təsir sahəsi olan Hisense kondisioner kontaktda endirimlə 649 manat 99 qəpiyə düşdü. Endirimli qiyməti 18 aya faizsiz böl, ayda cəmi 36 manat 11 qəpiy ödəyərək əldə et. Üstəlik, iyulun 31-nə kimi digər məhsullarda da nə az nə çox. Düz 50%-ədək endirimi qaçırma. Ətraflı kontakt.az. Ürgücünüz sizdən daha çox saqqal saxlayırsa, artıq yeni Gillette Sensor 3 Plus-a keçməyin vaxtıdır. Açıq dizayны və asan durulanan bıçaqları sayəsində 2 qat daha rahat təmizlənir. Daha rahat, daha az qıcıqlanma, daha asan təmizləmə. Yeni Sensor 3 Plus. Onlar Sovet İttifaqının qalıqlarıdır, müftə qazanc axtarırlar. Ukrayna ordusunun yeni baş komandanı Mikhail Drapatı Donbas sakinlərini sərt tənqid etdi. Müharibə ABŞ-ni çətin vəziyyətə saldı. Var gücü ilə işləyən neft ayırma zavodları dərin böhran astanasındadır. Bu axşam bunu təmizlədik. Hardansa o üzdən liftdən keçib. Meşoklarla töküblər. Zabrat qəsəbəsində antisanitar vəziyyət insanları təngə gətirdi. Sakinlər problemin təcili həllini tələb edirlər. Dəfələrlə müraciət eləmişik, bizim müraciətimizə baxan yoxdur. Qəbələnin Kürd kəndində illərdə həllini tapmayan problemlər gündəlik həyatı çətinləşdirdi. Sakinlər aidiyyatı qurumlardan yardım istəyirlər. Yolu örtmədilər, torpağı təzədən örtdülər, çıxdılar, getdilər. Elə bil biz burada asfalt çəkməliydik, yoxsa nə? Təmir adı ilə gözdən pərdə asdılar. Səbail rayonunda bitmək bilməyən yol problemi sakinlərin etirazına səbəb oldu. 85 baş heyvan idi, 2 dənə it, bir dənə özü. Heç deyən olmadı ki, bu uşağı görmüşük. 26 yaşlı çoban 85 baş qoyun quzu ilə birlikdə itkin düşdü. Heyvanlar tapılsa da gəncin taleyindən xəbər yoxdur. Daha ətraflı xəbərin 20 buraxılışında. Biz davam edirik. Hazırda bizimlə Zoom bağlantısında iqtisadçı Emin Qəribli də var. Emin bəy, axşamınız xeyir olsun. Axşamınız olsun. Emin bəy, biz elə artıq 1 saatdır ki, ABŞ və İran arasındakı mövcud gərginliyi müzakirə edirik. Həm də İranın Hörmüz boğazını bağlaması, oradan tankerlərin keçidinə imkan verməməsi və indiki halda da Husi kartına artıq müraciət etməsi. Ekspertlərimiz hamısı belə mövqedə oldular ki, təxminən bu məsələ mürəkkəb bir məsələdir, uzanacaq bu proses. İranın yaxın zamanda Hörmüz boğazının açılmasını Tehrandan gözləməyək. Amma başqa bir tərəfdən ekspertlərimiz həm də onu deyir ki, İran ciddi bir inflyasiya ilə üz-üzədir. Belə vəziyyətdə iqtisadiyyatı çökən bir ölkə nəyə güvənir, nəyə arxalanır ki, dünyanın enerji xəritəsini təhdid altında saxlayır? Sizdən eşidək. Həm rəqəmlərin dili ilə elə həm də siyasi cəhətdən də istəyərəm təhlil eləyəsiniz. Bilirsiniz, əslində ümumiyyətlə dünya iqtisadiyyatına diqqət etsək, görərik ki, son dövrlər, son 20 il qeyd olunurdu ki, enerji daşıyıcıların dünya iqtisadiyyatında payı, rolu azalacaq və əhəmiyyəti itir. Artıq yaşıl enerji, alternativ enerjilər var. Hətta bu pandemiya dövründə neftin qiyməti enəndə deyirlər artıq neft erası, qaz erası bitdi və buna ehtiyac qalmır. Lakin gedişat onu göstərdi ki, bugün Amerika Birləşmiş Ştatları və dünya görsək, mübarizə məhz neft ölkələri ətrafındadır və neftdən də əlavə İranı götürsək, ta ki neft, qaz ehtiyatlarına görə dünyanın kifayət qədər öndə gedən ölkələrdən biridir və digər liti və digər yataqlar var ki, bugün həm İranda mövcuddur. İranın coğrafi mövqeyi və s. göstərir ki, kifayət qədər bugün Avrasiya qitəsində kifayət qədər strateji rola malikdir. Bu da istər-istəməz dünyanın, xüsusən də Amerika Birləşmiş Ştatlarının marağı çərçivəsindədir. Və ümumiyyətlə hesab edirəm ki, bu və paralel olaraq siz baxsaq ki, bundan öncə olan tarix hadisələrə diqqət etirsək, İraq və digər, gördük ki, orada da
təxmini eyni ssenari üzrə gedir. Məsələ uzanır. Amma o ki, qaldı İranın özünə, bəli, İranın özünün daxili problemləri kifayət qədər çox idi. Artıq sanksiyalar öz nəticəsini verirdi. Bildiyimiz kimi son, hətta hərbi münaqişə başlamadan öncə də inflyasiya artmışdı. Son etirazlar da məhz bu zəmində idi. Qiymətlər artırdı, durum pisləşirdi və mövcud vəziyyətdə bilirsiniz ki, bu İranın neft ixrac etmə imkanı da məhdudlaşdığı şəraitdə təbii ki, get-gedə daha da gərginləşə bilər iqtisadi vəziyyət. Nefti bildiyimiz kimi bəzi xüsusən Çin və digər ölkələrə son vaxtlar dünya bazarından daha aşağı qiymətə satırdı. Lakin İranın özündə də müəyyən adaptasiya yaranmışdı. Son dövrlər sanksiyalar kifayət qədər çox idi. Daxildə bir adaptasiya prosesi gedirdi və özlərini təmin etmə bir natural təsərrüfata bənzər bir artıq iqtisadiyyat qurulurdu. Lakin son hadisələr xüsusən də sanksiya və ixracatın məhdudlaşması inflyasiya faizinin artmasına gətirib çıxartdı. İndi də strateji obyektlər vurulur. Hesab edirəm ki, İranın bu durumunu daha da gərginləşdirəcəkdir. Bu durumda davam edərsə, hesab edirəm ki, İran çox da davamiyyət gətirə bilməz. Yəni ki, siz deyərsiniz ki, 30 ildir belə sanksiya altındadır, amma normal fəaliyyət göstərir. Amma mənə elə gəlir bugünkü xüsusən də Trumpın hakimiyyətə gəldikdən sonra sanksiyalar daha kəskin formadadır. Hörmüz boğazının özü biz deyiriksə, dünya iqtisadiyyatı barədə danışırıqsa, əslində Hörmüz boğazının bağlanması ən böyük təzyiq məsələ İranın üzərinə düşür. Çünki İran oradan Hörmüz boğazının vasitəsilə ixrac edirdi. Bəzi quru yoldan da ixrac edir. İndi oranın da məhdudlaşdırırlar. Ona görə mən sual eləyirəm ki, İran nəyə güvənir bu Hörmüz boğazını bu qədər bağlayır? Burada söhbət İrandan getmir, daha çox İran hakimiyyətindən gedir. Bəli. Yəni ki, bu İran hakimiyyəti, mən inanmıram ki, bu günlərə bəzən İran göstərir, İran hakimiyyəti göstərir ki, əhalinin həmrəyliyi var hakimiyyətinə. Mən biraz inanmıram ki, elə bir il bundan öncə bu bildiyimiz kimi İranda bu etirazlara, iqtisadi zəmində yaranan etirazları biz gördük. Kifayət qədər insanlar tələf oldu. Hakimiyyətdə qalmaq üçün hər şeyə əl atdı. Və təbii ki, indi bu vəziyyətdən çıxış eləyərək bu hakimiyyət elə bir uzun müddətdir ki, bu hakimiyyət müəyyən ideologiya ilə də belə deyək, öz nüfuzunu artırırdı. Nəinki İranda, artıq ətrafda da biz görürük, bizim ətraf ölkələrdə də görürük ki, kifayət qədər öz dini ideologiyası ilə və s. kifayət qədər bir kök salıb və bunun hesabına da bu günləri özünü saxlaya bilir. Amma mənə elə gəlir ki, bu artıq bu son hərbi müdaxilədən sonra Amerika Birləşmiş Ştatları kifayət qədər belə deyək, fokuslaşıb iqtisadi zəminə. Hesab edirəm ki, bundan sonra İran iqtisadiyyatının durumu durmadan pisləşəcəkdir. Yəni ki, İran iqtisadiyyatı nə qədər desək ki, belə deyək, özünü bir çox məhsullarla təmin etsə də belə, amma əsas mənbə bu neft və qaz deməli məhsuludur və bunun da ixracatın qarşısına alınırsa, mənə elə gəlir İran çox deyəndə hər halda bir neçə il davam gətirə bilər, amma iqtisadi vəziyyəti get-gedə pisləşəcək. Rəqəmlər nəyi göstərir bizə İranla bağlı? Hazırda realın dəyəri orada nə qədərdir və inflyasiya durmadan artıq müxtəlif deməli rəqəmləri var. Ta ki son illər inflyasiya artıq 100%-dən artıq idi və durmadan da bu inflyasiya get-gedə də artır. Yəni ki, sizə deyim, inflyasiya elə bir məsələdir ki, rəsmi və qeyri-rəsmi göstəriciləri var. Xarici ekspertlərin qiymətləndirməyə görə kifayət qədər yüksəkdir inflyasiya. Və ikinci məsələ odur ki, bilirsiniz, tutaq ki, neft və digər məhsullarda İran hakimiyyəti inflyasiyanın qarşısını alması üçün neft məhsulları, bəzi məhsullara tənzimləməyə çalışır və bununla da inflyasiyanın qarşısını almaq istəyir. Lakin bir çox məhsulların istehsalı üçün ixalında xarici texnologiyalardan istifadə olunur. Baxın, burada inflyasiyadan daha çox məhz İran valyutasının digər valyutaya nisbətdə artımı məsələsi bir daha
təsir edicidir. Və bundan öncə etirazlar dedi. Etirazların əsasən harda başladı? Məhz bazarlarda başladı. Bazarlarda xüsusən də ithal olunan məhsullara. Yəni ki, burada inflyasiyadan daha çox söhbət devalvasiyadan gedə bilər. Təsir edici amil daha çox devalvasiyadır. Yəni ki, real olaraq deməli İran valyutasının Amerika valyutası nisbətində görürük ki, kifayət qədər yüksək devalvasiya baş verir və bu da öz növbəsində iqtisadiyyatda nə qədər yəni deyirəm, bəzi məhsullar var ki, özlərini təmin edir. Neftin qiyməti, bazarlarda neftin qiyməti $1 da aşağıdır benzin qiyməti. Lakin bir çox məhsullar ki, sənaye məhsullar var ki, istehsal olunması üçün onun ithal olunan texnologiyalardan istifadə edirlər. Bax, burada artıq ithal olunan sahələrə gəldikdə isə qiymətlər durmadan artır. Baxımdan, bəli, hesab edirəm ki, bu durum davam edərsə, ixrac məhdudlaşar, ithal olunan məhsullar, xaricdən ithal olunan məhsullar baha qiymətə gələrsə, təbii ki, bu get-gedə o təzyiq, iqtisadiyyata təzyiqi get-gedə artacaqdır. Və ümumiyyətlə baxsaq, istər hərbi sənayedə, düzdür, bəzi ölkələrin adlarını çəkmə, bəzi ölkələr hərbi sənaye yardımlarını edirlər, hərbi sənayenin məhsullarını istehsal etmək üçün. Amma digər sahədə hətta o ölkələr də belə gücsüzdürlər. Aydındır. Aydın müəllim, iqtisadi zəifləmə, inflyasiya, devalvasiya bu hərbi nöqteyi nəzərdən də İranın zəifləməsinə gətirib çıxarırmı? Aydın məsələdir. Yoxsa əlaqəsi yoxdur bu iki məsələnin bu qəti şəkildə bir-biri ilə bağlı məsələlərdir bunlar. Ölkənin o söz var deyirlər, iqtisadiyyatı güclü olan ölkəni məğlub eləmək olmaz. İqtisadiyyat güclüdürsə, iqtisadiyyatın böyük dayaqları varsa, təbii ki, bunun üzərində hərbi potensial qurulur. Məsələn, Azərbaycanın əgər bu dünya çıxışı, bu neftin, qazın satışı, Azərbaycanın valyuta ehtiyatları bu dərəcədə güclənməsəydi, Azərbaycan müharibədə necə qalib gələ bilərdi? Azərbaycan ordunu necə qura bilərdi? Ən müasir silahları necə ala bilərdi? Aydın məsələdir ki, əgər iqtisadiyyat çökürsə, onun hərbi potensialına %100 təsir göstərir. Özünün istehsalı olan hərbi potensiala. Söhbət bundan gedir. Amma kənardan bu hərbi məhsulların, hərbi texnikanın idxalı bu artıq ayrı məsələdir. İrana indi onun hansı yollarla idxal olunacağı məsələsi biraz mürəkkəbdir. Çünki İranın müəyyən qədər yolları bağlıdır. Məsələn, lazım gələrsə onun müttəfiq ölkələri, deyək ki, nəzəri olaraq təsəvvür eləyək, Rusiya, Çin və yaxud da digərləri İrana hərbi texnika, silah və s. indi onun idxal olunması bu başqa. İran iqtisadiyyatı nə qədər zəif olsa da, o müttəfiqlər əgər istəsələr, hərbi cəhətdən təmin eləsinlər, onda bəli, İran hərbi potensialını da artıra bilər, ayağa dura bilər. Amma indiki şəraitdə İranın müharibə davam elədiyi günlərdə hansısa ölkədən hərbi texnika və silah idxal eləməsi biraz müşkül görsənir. Hələlik İran özünün dəhnəsində olan şeylərdən istifadə eləməyə məhkumdur. Əhalinin vəziyyəti də təbii ki, ağırlaşacaq, bu getdikcə də pis olacaq. Və İran daxilində sosial sabitliyi poza bilər bu məqamlar? Bu, rejim ölkələrində sosial sabitliyi... Valyuta böhranı məhz. Bəli, valyuta böhranı çox ciddidir. Pul inflyasiya eləyir, qiymətlər qalxır, pul özü qiymətdən düşür, İran özünün pulu. Elə bu devalvasiya da son nəticədə inflyasiya deməkdir. İndiyə qədər 5 tümənlə aldıqları şeyi indi 15 tümənlə alırlar. Bu deməkdir ki, tümən artıq 3 dəfə qiymətdən düşdü. O da gətirib çıxardır inflyasiyaya. Amma rejim ölkələrində sosial sabitsizlik ani olaraq baş vermir. Məsələn, bu açıq ölkələrin birində olsa, deyək ki, Avropa hansısa bir ölkəsini bütün təcrid eləyəsən hər yerdən, amma ölkənin içərisində açıq idarəçilik, açıq cəmiyyət, bu ölkədə sabitlik dərhal pozula bilər. Amma İran rejim ölkəsidir. Bu rejim ölkələrində rejimi qurmaq da çətindir. O rejimi dağıtmaq da çətindir. İçəridən elə hər an mən istəyirəm əhali dursun, ayağa parçalansın, bu asan məsələ deyil. Ona görə İranda bu vəziyyət ağırlaşdıqca rejim cəmiyyəti sıxacaq. Vergilər qaldıracaqlar, insanları məhdudlaşdıracaqlar, siyasi azadlıqlar məhdudlaşacaqlar, əgər varsa, olan qalanı da. Ona görə də bir qarşıda İran üçün təhlükə gedəcəyi təqdirdə iqtisadi olaraq çox ağır və çətin bir mərhələ var. Və bu təzyiqlər artdıqca Emin bəy, Çin və Rusiya amili İrana kömək edə bilərmi müqavimət göstərməkdə iqtisadi təzyiqlərə qarşı? Bilirsiniz,
İran kifayət qədər böyük ölkədir. Əhali baxımından kifayət qədər böyük ölkədir. Və hərbi yardım göstərmək bir tərəfə, amma 100 milyonlu əhalini təmin etmək çətin məsələdir. İkinci, onu da qeyd etmək lazımdır ki, əslində Rusiyanın özünün də durumu elə də yaxşı deyil. İqtisadiyyata kömək etmək mənə iqtidarında deyil. O ki, qaldı Çinə, mənim zənnimcə Çin gizli hərbi yardımlar göstərə bilər, amma Çinin də iqtisadiyyatı kifayət qədər qərbdən asılı olduğuna görə mən inanmıram ki, burada açıq iqtisadi yardımlar göstərə bilər. Amma burada məsələ ondadır ki, qəlizliyi ondan ibarətdir ki, burada paralel olaraq hərbi, deməli, iqtisadi sanksiyalarla paralel olaraq deməli, siyasi və hərbi təzyiqlər də davam edir. Bu paralel gedəcəkdir. Və bu təxmini İraq gəlirsə, birinci hərbi münaqişə bax, düzdür, orada müdaxilə daha çox oldu. Lakin mənə elə gəlir İraqa təzyiq məsələ iqtisadi təsirlər daha çox oldu. Bu günlərim Amerika Birləşmiş Ştatları Rusiya variantında ta ki birbaşa hərbi əməliyyatlarda başlamaqda davam etmək əvəzinə mən zənnimcə belə uzun müddətli daha çox iqtisadi müharibəyə üstünlük verir. Təbii ki, bu da zənnimcə daha çox təsir edəcək. Lakin bilirsiniz, Çinə gəldikdə isə burada biraz daha dərindən baxsaq, Çin bugünə qədər, ki, mən sizə deyim, Çinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək, o iqtisadi inkişaf tarixi 80-ci illərdən bura başlayır. 80-90-cı illərdə biz görürük kifayət qədər yüksək templərdə iqtisadi artım olub. Amma 2020-ci ildən xüsusən 2015-ci illərdən bu tərəfə açıq qərb ölkələri tərəfindən bildiyimiz kimi Trumpın birinci hakimiyyəti dövründə müəyyən bildiyimiz ki, sanksiyalarda tətbiq edilir, gömrük rüsumlarının artırılmasında müəyyən təzyiqlər var idi. Lakin bu hərbi münaqişələr başladıqdan sonra Çin, İran və digər xüsusən Rusiyadan dünya bazarlarından kifayət qədər aşağı qiymətə neft alırdı. Amma maraqlısı odur ki, və sanki bugünə kimi özünə bir, bu neft də, qaz da kifayət qədər iqtisadiyyatının özəyini təşkil edən bir məhsuldur. Maraqlı odur ki, hərbi münaqişə başlamaqdan öncə Çin kifayət qədər özünü sığortalayacaq qədər neft və qaz ehtiyatları toplamışdı. Mən inanmıram ki, bu təsadüf olsun. Sanki bu müharibəyə başlayırdı. Və bugünkü gündə də hərbi münaqişə başlamağına baxmayaraq, yenidən başlamağına baxmayaraq, baxırsınız ki, oturub statistik məlumata baxsaq, görərik ki, Çinin kifayət qədər enerji ehtiyatları mövcuddur. Çox vaxtı biz yay aylarını bəzən neftin qiymətini, xüsusən də qazın qiymətinin artımının səbəblərini məhz Çinin və Hindistanda ehtiyatların azalması ilə əlaqələndirdilər. Amma maraqlısı odur ki, deməli, bu münaqişə davam etməyinə baxmayaraq enerji ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Mən onu yenə də hesab edirəm ki, bu təsadüfi deyil. Yəni burada ancaq Çinlə İran arasında, Çinlə Rusiya arasında müttəfiqlikdən danışırıqsa, mənə elə gəlir burada və danışıqlara diqqət yetirsək, mənə elə gəlir Amerika Birləşmiş Ştatlarında bu mənada müəyyən Çinlə razılaşma mı deyim, ya da ki, müəyyən belə müttəfiqliyi mövcuddur. Əks halda bu münaqişənin özü bilavasitə Çin iqtisadiyyatına təsir edərdi. Amma indi demək olmaz ki, Çin iqtisadiyyatına təsirsiz ölçü. Lakin biz real olaraq bu münaqişəyə baxsaq, bu neftin qiymətinin artımı və s. və ehtiyatların azalmasına baxsaq, görərik ki, müəyyən mənada görünməz bir əl var. Aydındır, təşəkkür edirəm. Demək ki, İranı öncə iqtisadi kapitulyasiyaya uğratmalıdır ki, Donald Trump daha sonra hər hansı bir hərbi uğur əldə etsin. Ən azından, yəni verilən açıqlamalar, şərhlər həm də bizi bu nəticəyə gəlməyimizə səbəb olur. Başqa tərəfdən Qafar müəllim, İran nümayəndələri ilə Ermənistan nümayəndələri Qafanda görüş keçirdilər.
niyəsə Cənubi Qafqazın gələcəyi ilə bağlı narahatdılar. Nədir bu narahatlığın səbəbi? İstəyərdim sizdən eşidək. Bilirsiniz, İran Zəngəzur xəttini, yəni bizim bildiyimiz o Tramp yolunu qəbul eləmir. Yəni qəbul eləmir. Əvvəldən də buna qarşı çıxıb, hətta Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini də pozmağa müəyyən mənada cəhdlər də edibdir. İndi Ermənistanda bu Tramp layihəsi ilə bağlı gəlişmələr var və işçi qrupu yaradılıb. Ermənistana Amerika Birləşmiş Ştatları tərəfindən bu layihə üçün, birbaşa bu layihə üçün təmsilçi də bir şirkət yaradılıb. O şirkətin rəhbəri də artıq məlumdur. O da Rusiya kökənli bir Amerika vətəndaşıdır. Bu da yəni müəyyən mənada İranın özündə şübhələr doğurur. İranda mən Ermənistan mətbuatından oxudum. İranda deyirlər ki, o Rusiyalı deyil, Rusiyalı Yəhudidir. Yəni Amerika buraya, yəni Ermənistanı özünə ram eləmək üçün, yəni İrana qarşı müəyyən bu bölgəni istifadə etmək üçün Yəhudiləri bura yerləşdirmək istəyir. O Sokolov deyilən adamın mən rast gəlmədim, araşdırma verdim, axtardım ki, bunun kökəni nədir? Elə bir Yəhudiliyi ortaya çıxmadı. Yəni Rusiya vətəndaşıdır, 97-ci ildə Amerikaya miqrasiya eləyib, orada yaşayıb. Ondan sonra da Amerika vətəndaşı kimi inkişaf eləyib, şirkətlər qurub. İndi də onun bura atanması İranı qıcıqlandırıb əslində. O da deyirlər ki, bu şeydir, Yəhudidir. İran bu bölgədə, yəni bu Tramp layihəsinin keçəcəyi, bizim Zəngəzur layihəsi dediyimiz o xəttin, marşrutla bağlı narahatçılığını ifadə edir. Ola bilsin ki, bu danışıqlarda, dediyiniz danışıqlarda səfir tez-tez gəlir Zəngəzur bölgəsinə. Orada görüşdə keçir. Hətta İranın qafanda bir konsulluq açma planı da var idi və qərar da var hələ açılmasa da belə bir planı da var. Yəni, bunların Zəngəzurla bağlı həssas nöqtələri var. Yəni, İran boşuna demir ki, bu məsələ mənim qırmızı xəttimdir. Amma bu görüşmələrdə, mən Ermənistan mətbuatına istinadən deyirəm, görüşmələrdə başqa məsələlər də müzakirə olundu. Strateji əməkdaşlıq kimi. Bəli, strateji əməkdaşlıq həm də son vaxtlar ortaya atılan 3+1 məsələsi də müzakirə olunub. Çünki bu 3 Cənubi Qafqaz ölkəsi, İran, Rusiya və Türkiyənin yer alacağı bir əməkdaşlıq profilindən söhbət gedir. Bu da müzakirə predmetidir. Amma İran narahatdır. Yeni deyək ki, Amerika ilə İran arasında bu münaqişənin yeni fazası başlayandan sonra İranın özündə narahatçılıq var ki, Ermənistanın bu ərazisini ona qarşı istifadə eləyə bilərlər. Kim istifadə edər? Yəni, Amerika istifadə edə bilər, İsrail istifadə eləyə bilər və buradan, yəni o Zəngəzur xəttindən, Zəngəzur tamamilə iqtisadi bir layihədir. Niyə narahatdır? İqtisadi layihədir, amma ora yerləşəndən sonra bunlar hərbi məqsədlərlə, lojistik şeylər, başqa informasiya qaynaqlarına ulaşmaq kimi həm yaxın ərazi olduğuna görə bundan İran narahatdır və həmişə də buna qarşı Amerikanın və yaxud İsrailin bu bölgələrə, hətta Azərbaycanın bəzi hallarda ittiham eləyirdilər ki, Azərbaycan
işğal olunmuş ərazilərdə müəyyən işlər görəndə hətta bizə böhtan da atırdılar ki, güya orada İsrail şirkətləri gəlib işləyir və onlar bəzi hərəkətlər eləyə bilərlər, yəni İrana qarşı belə şeylər. Yəni bu məsələ var. Bu müzakirələrdə, qafanda olan müzakirələrdə bəlkə də bizim bilmədiyimiz elə məsələlər də var ki, o müzakirə olunur, amma İranın narahatçılığı əsas bu ikinci fazada, münaqişənin ikinci fazasında Amerika-İran məsələsində Ermənistanın bu bölgəsinin, çünki çox yaxın bölgədir, bilirsiniz, 42 kilometrlik məsafədə o ərazinin o biri tərəfi Araz çayıdır və İranın şimalıdır, yəni Cənubi Azərbaycan ərazisidir. Bu ərazinin İrana qarşı istifadə ediləcəyindən narahatçılığı var. Bu məsələlər müzakirə oluna bilər, amma İran, dediyimiz kimi, biraz öncə də dedim, İran burada qafanda bir konsulluq açma fikri var. Hətta Rusiyanın da burada konsulluq açma fikri vardı. Yəni, bu bölgəyə yiyələnmək, bu bölgənin strateji bir nöqtə olduğunu bütün dünyada bilir və bu xəttin keçəcəyi, yəni Orta Asiyadan, Çindən başlayacaq bu xəttin bütün Türkiyənin keçərək bütün Avropaya ulaşması məsələsi bütün ölkələri, ölkələr üçün buranı cəlb edici bir nöqtə halına gətirib, ona görə də bu belə müzakirələr olur. Yəni, birinci dəfədə deyil, yəni İran səfiri də, İran nümayəndələri də bu bölgə ilə bağlı çox saylı görüşmələr keçiriblər, müzakirələr keçiriblər. Bundan sonra da ola bilər. Sultan bəy, İranın narahatçılığının bir əsası varmı? Ümumiyyətlə, xanım, bəhs olunan görüş açığı mənim də diqqətimi cəlb etdi. Bu məsələnin həm bu geosiyasi aspektləri var, həm də ki, müəyyən texniki məqamlar da mənim diqqətimi cəlb etdi. Geosiyasi aspektləri, demək olar ki, Qafar müəllim toxundu. Yəni, hazırki bu çalxalanmalar fonunda, yaxın şərqdə deməli, ABŞ-İran gərginliyi artmağa doğru gedir. Şimalda Rusiya-Ukrayna müharibəsi, ABŞ-Ermənistan təmaslarında biz intensivliyin şahidi oluruq. Bilirsiniz ki, may ayında Rubio gəldi, Ararat Mirzoyanla onlar deməli, hər tərəfli strateji tərəfdaşlıq xartiyasını təqdim etdilər. Daha sonra deməli, TRIP deməli, dəhlizi ilə bağlı çərçivə sazişinin imzalanması oldu və daha sonra birgə təlimlər, hərbi təlimlər oldu. Ermənistanda ABŞ-Ermənistan birgə hərbi təlimləri və bu faktor onu göstərir ki, İran müəyyən mənada narahatdır. Yəni, söhbət nədən gedir? Burada İranın bir neçə maraqları var. İlk növbədə İran çalışır ki, öz deməli, şimal sərhədlərindəki strateji dərinliyini qoruyub saxlasın. Yəni, söhbət burada İran üçün həssas olan şimal sərhədlərində nəzarəti saxlamaq və ümumiyyətlə Ermənistan vasitəsilə Cənubi Qafqazdakı bu risklərin idarə olunmasını həyata keçirmək. Digər tərəfdən ABŞ-ın oradakı mövcudluğundan İran narahatdır. Çünki İran məsələyə bu cür yanaşa bilər ki, bəli, əslində TRIP dəhlizi dediyiniz kimi bir iqtisadi layihədir. Amma əsas məqam ondan ibarətdir ki, bu dəhlizin işlənməsi əsasən ABŞ şirkətləri tərəfindən həyata keçiriləcək. Bilirsiniz ki, deməli, TRIP Development Fond, TRIP İnkişaf Fondunun deməli 74% ABŞ şirkətlərinin nəzarətində olacaq və İran da bundan narahatdır ki, ABŞ bu məsələdən müəyyən hərbi məqsədlər naminə, hərbi və təhlükəsizlik məqsədlər naminə istifadə edə bilər və oraya gələn yalnız şirkət əməkdaşları olmayacaq, eyni zamanda kəşfiyyatçılar olacaq, hərbiçilər olacaq və bu eyni zamanda nə deməkdir? Deməli, Zəngəzurun ABŞ üçün İrana qarşı əlavə platforma, əlavə geosiyasi platforma kimi istifadəsi deməkdir ki, bundan narahatdır və eyni zamanda İsrail də həmin deməli mövqedən istifadə edə bilər. İrana qarşı bilirsiniz ki, son zamanlar İran, İsrail və Ermənistan arasında təmaslar müəyyən qədər intensivləşib. Biz tez-tez rəsmilərin, görüşlərinin şahidi oluruq, səfərlərinin şahidi oluruq və İran bundan narahatdır. Digər tərəfdən, bilirsiniz, məsələnin Sünikdə olması, yəni Zəngəzurda olması düşünürəm ki, həm də simvolik məna daşıyır. Bilirsiniz, Qafanda baş
baş konsulluq məsələsi var idi və İran bəlkə də bununla da demək istəyir ki, biz heç bir halda, əvvəllər deyib də bunu hətta, heç bir halda həmin bölgədə Ermənistanın suvereninin azalmasına razı deyilik. Güya bu layihə Ermənistanın suvereninə təhdiddir və səni bu cür qələmə verməyə çalışır ki, bu da İranın narahatçılığını göstərir. Digər tərəfdən Ermənistan da mən düşünürəm ki, strateji hər nə qədər o strategic hedging deyirlər, yəni risklərin diversifikasiyası Rusiya ilə olan münasibətlər fonunda qərbdən müəyyən qədər sığınacaq axtarır. Yəni təhlükəsizlik təminatının diversifikasiyası şaxələndirməyə çalışır. Amma digər tərəfdən qərbə hər nə qədər yaxınlaşırsa da digər tərəfdən İranı da itirmək istəmir. Çünki İranla da onların ortaq maraqları var. Və bir də ki, tədbir, bayaq mən dedim, bu texniki məqamlar, yəni tədbirdə iştirak edənlərə biz baxanda görürük ki, mən belə düşünürəm ki, bu tədbirin təşkilində elə əsas rolu İran səfirliyi oynayıb. Çünki orada iştirak edən şəxslər, deməli, Sergey Melkonyan olsun, eyni zamanda deməli Grant Mikhailyan olsun, deməli Pogosyan olsun, Anahit Pilibosyan, bunların hər biri o APRI institutu var. Orada çalışırlar və daha çox Rusiya yönümlü mövqe ilə deməli seçilən iştirakçılardır və bu da onu göstərir ki, İran səfiri düzdür, Orbelidən də bir nəfər var. Orbeli baş nazirliyin tabeliyində olan bir düşüncə mərkəzidir. Orbelidən də bir neçə nəfər vardı. Amma əsasən bir növ Rusiya pərəst və anti-trip mövqeyi ilə seçilən, yəni Zəngəzur dəhlizi mövqeyi ilə seçilən şəxslərdir və İran tərəfdən də daha çox orada İBIS institutu var. İranın Xaricdə Naziri müavini Səid Xətibzadənin rəhbərlik etdiyi Beynəlxalq və Siyasət deməli araşdırmalar institutu var. Onların nümayəndələridir ki, onlar da əvvəl biri tutaq ki, Belarusda səfir olub, digəri Qırğızstanda səfir olub və bu şəxslər də biz görürük ki, çıxışlarında zaman-zaman anti-Azərbaycan, anti-Zəngəzur dəhlizi ifadələr işlədirlər ki, bu mənada bu görüşdə Zəngəzur dəhlizinə qarşı çıxanların da bir növ görüşü adlandırmalı. Sözsüz ki, hamıya şamil olunmur. Orbeldən nümayəndələr var idi, amma bu məqamların orada müzakirə olunduğu istisna olunmamalıdır. Maraqlıdır ki, Emin bəy, əslində trip marşrutu elə bir marşrutdur ki, hər tərəfə, orada həm iştirak edənlərə, elə həm region ölkələrinin özünə də kifayət qədər iqtisadi dividendlər, imkanlar yaradır bu marşrut. Amma niyəsə bu anti-Azərbaycan qüvvələrin, yaxud da elə bu anti-trip marşrutuna qarşı çıxan bəzi dairələrin bir araya toplanması, bu şəkildə toplantılar keçirməsi, bu təkcə İranın hesab edirəm ki, Cənubi Qafqazda təsirini artırması ilə əlaqəli deyil, həm də bu kimi məsələlərə maneə yaratması ilə də əlaqəlidir. Axı bu marşrut həm də İranın özünə faydalıdır, deyilmi? İstərdim iqtisadi cəhətdən prosesi bizə biraz mənzərəni göstərəsiz. Amma düzgün buyursunuz. Yəni ki, sağlam ki, trip layihəsi həyata keçirilərsə, onlar iddia edirlər ki, gələcəkdə onların Ermənistan vasitəsilə məhsullarını Avropa çıxarılmasında problemlər yaradarlar. Amma bildiyimiz kimi, o ərazi elə dağlıq ərazidir. Orada hər hansı bir gələcəkdə dəmir yolunun çəkilməsi biraz çətin məsələdir. Kifayət qədər maliyyə resursları tələb olunan bir tezisdir, fikirdir. Mən əgər orada daha çox nədən narahatçılıq var? Daha çox ondan narahatçılıq var ki, biz burada artıq alternativ, kifayət qədər gələcəyə yönəlik layihə həyata keçiririk Türkiyə və digər türk dövlətləri ilə və bu durumdan irəli gələrək ortaq xəttin əhəmiyyəti durmadan artacaqdır. Və digər tərəfdən də biz nəyi müşahidə edirik? Maksimal olaraq bundan öncəki dövrlər İran bizi bu proseslərdən kənar salmaq istəyirdi. Xüsusən də qeyd etmək lazımdır ki, tutalım ki, cənub-şimal nəqliyyat dəhlizini biz götürsək, misal olaraq gətirsək, İran Türkmənistan ərazisi ilə artıq 2 dəmir yolu çəkibdir. Amma bizim ərazimizdən bildiyimiz kimi Büreç ilə Astar arasında bir kiçik bir xətt var, onu çəkmək fikrində deyil. Maksimal olaraq çalışıb ki, bizi bu proseslərdən kənarlaşdırsın. Türkmənistandan artıq 2 dəmir yolu ilə və hətta baxsaq, səmərəliyə baxsaq, Avropa, Rusiyaya məhsulların çatdırılması, Xəzər dənizi keçərək gəlib Rusiyaya ixrac edilməsi daha, belə deyək, daha çox resurs tələbi olan, daha bahalı bir layihədir. Amma bizi maksimal olaraq bu layihədən kənarlaşdırmaq istəyirdi və gələcəkdə bizim
Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri ilə gələcəkdə yarana biləcək bu yolun, körpünün daha çox qarşısını almaq məqsədi daşıyır. Digər tərəfdən yəni bundan öncə qeyd etdiyim kimi bizə də qarşı biz görürük bir qısqancılıqla yanaşması var. Halbuki siz qeyd etdiyiniz kimi, əslində orada Tripura layihəsi həyata keçirilərsə, burada İran da deməli mənfəət əldə edəcək. Ümumiyyətlə bu regionun, bu orta xəttin aktuallığının artımı hesab edirəm ki, bu bölgənin özünün inteqrasiya imkanlarını genişləndirəcək. Burada sənaye kooperasiya etmə imkanları genişlənəcəkdir. Xüsusən də sanksiya altında olan ölkə üçün. Düz sərhəddən keçən bir layihə mənim zənnimcə iqtisadi baxımdan İran üçün çox zəruri ola bilər. Amma burada iqtisadiyyatdan daha çox mən hesab edirəm ki, burada iqtisadi belə deyək, yanaşmadan daha çox burada bildiyimiz kimi müəyyən siyasi və digər faktlar var ki, mane olur İran dövləti üçün, İran xalqı üçün, İran xalqının belə dayanıqlı inkişafı üçün gördüyümüz ki, bu qeyri belə deyək, real addımlar təbii ki, bu bütün regiona da mənfi təsir göstərir. Maraqlıdır ki, Aydın müəllim, bu iclaslar Ermənistan nümayəndələri ilə keçirilir. Özdə bu vur-havurda ABŞ-İran gərginliyi artır, pik həddədir. Demək ki, Ermənistan bu prosesə hardasa mane ola bilər. Ona görə də Ermənistanla öz koordinasiyasını İran nümayəndələri gücləndirirlər. Eləmi? Əslində, Ermənistan burada iki başda oynayır. Yəni, Ermənistan bilir ki, indiyə qədər bu bölgədə onun ən böyük güvəndiyi yer Rusiya idi. Rusiyadan müəyyən qədər soyuqlaşandan sonra onun həmişə yapışdığı yerlərdən biri İrandır. Bu son vaxtlar Zəngəzur marşrutunda əldə olunmuş razılaşmalara uyğun müəyyən addımların atılması Ermənistan başa düşür ki, İranda bəzi suallar yaradır və bu müttəfiqinin könlünü almaq istəyir. Buna görə də o görüşlərdə İran tərəfində marağı var. İran öyrənmək istəyir, nə baş verir orada. Ermənistan da ki, İranın qabağında hesabat verir ki, narahat olma, burada sən əleyhva nəsə bir işsə görmürük, bu iqtisadi layihədir filan. Amma Zəngəzur dəhlizində bu gün gedən proseslərə biraz geniş baxmaq lazımdır. Bilirik ki, İran bu bölgədə indiki şəraitdə yeganə sona qədər güvəndiyi ölkə Rusiyadır bu bölgədə. Onun Ermənistana da artıq güvəni tam deyil, çünki Ermənistan da artıq Rusiya ilə məsafə saxlamağa və qərbə meyllənməyə başlayır. İran başa düşür ki, Ermənistan fürsət axtarır tam qopub getməyə. Azərbaycana İranın münasibəti bəllidir. Azərbaycan dost ölkə kimi baxmır İran. İndi belə siyasət xatirinə müəyyən münasibətlər olsa da, amma Azərbaycana güvənmir. Baxmayaraq ki, Azərbaycan İranın güvənini qıran bir hərəkət eləməyib. Amma indiyə qədər də İran Azərbaycandan elə şübhə içindədir ki, burada İsrailin bazaları var, Azərbaycan İsraillə dostdur. Amerikanın hər cürə imkanlar yaradır ki, Amerika İrana qarşı istifadə eləsin və s. İranın o şübhələrinin heç bir əsası olmasa da, amma Azərbaycandan güvənli də deyil. Bu bölgədə İranın yeganə sona qədər güvəndiyi ölkə Rusiyadır. Ona görə Zəngəzur məsələsində İranın atdığı addımları təkcə İranın qərarı kimi baxmaq lazım deyil. Buna həm də Rusiyanın qərarı kimi baxmaq lazımdır. Baxın, əgər Trumpla, Amerika ilə İranın münasibətləri iyun ayının 17-sində imzalanmış o sazişə uyğun olaraq normal şəkildə davam eləsəydi, bu gün inandırım sizi ki, Trump marşrutunun üstündə İran bu qədər qızıqlanmazdı. Və yaxud da ki, belə bir müqayisə deyim sizə. Sabah Mərkəzi Asiya ölkələrində də Amerikanın müəyyən dayaqları artıq var. Qazaxıstanla, ondan sonra İranın özü ilə həmsərhəd olan bəzi Mərkəzi Asiya ölkələri ilə Amerika artıq müəyyən iqtisadi əlaqələri həyata keçirdi. Sabah Amerika Mərkəzi Asiya ölkələrində də bu cür xarakterli addımlar atmağa başlasa, həmin nöqtələrdə də İranla münasibətlər gərginləşəcək. İran həmin nöqtələrdə də o dəqiqə həssas bir hərəkətə gələcək ki, burada nə baş verir? Ona görə də bu cür Zəngəzur dəhlizində İranın atdığı addımlar Rusiya ilə məsləhətləşilir, Rusiya ilə koordinasiyalı şəkildə aparır. Bu təsadüf deyil ki, eyni vaxtda Rusiyada da hərəkətlilik var Zəngəzur dəhlizi ilə bağlı, eyni vaxtda İranda da hərəkətlilik var. Rusiyada məsələn, Açıq Xaricdə Nazirliyi bəyanat verdi ki, Zəngəzur dəhlizində
bu dəhliz demək, burada Avrasiya İqtisadi Birliyinin gömrük qaydaları işləyəcək. Çünki Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bizim orada sərhəd qoşunlarımız olduğuna görə sərhədin də təhlükəsizliyi KMT'nin əsgərlərinin üzərində olacaq. Yəni, bu Trump burada nə hərəkətlərə başlasa da, amma bizim orada ayaqlarımız var. Bax, bu iki məsələyə uyğun olaraq İran da artıq Zəngəzur dəhlizi ilə bağlı mövqeyini biraz da sərtləşdirib. Ona görə deyirəm ki, əgər Trumpla sülh içində olsaydılar, o sülh prosesi davam eləsəydi, bəlkə də burada gedən proseslərə İran bu qədər aqressiv baxmazdı. Hələ ora qoşulmaq haqqında düşünə bilərdi, Rusiyada qoşulmaq haqqında düşünə bilərdi. Amma bugün Ukrayna düşərgəsində Rusiya ilə Amerika üz-üzə gəlirsə, hətta Amerika artıq Rusiya sanksiya tətbiq edilməyə başlayırsa, İranla da sülh prosesi pozulursa, ola bilməz ki, Zəngəzur məsələsində İranla Rusiya birləşməsin. Birləşirlər Trumpı burada sıxışdırmaq üçün. Ermənistanda şərait yaradır, aydın mənim. Təbii, onu deyirəm. Onlara şərait yaradır. Bəzən dövlət səviyyəsində, yəni dövlət məmuru səviyyəsində bəyanatlar olur ki, bu marşrutun işlənməsində Rusiyanın da iştirakı vacibdir. Təbii, mən onu həmişə demişəm ki, Amerika 10.000 kilometr oradan bura basa-basa gəlib, bu dəhlizi tək işlədə bilməz. Rusiya bu bölgədədir, mütləq razılaşacaqlar onlar. Rusiyanı cəlb eləmək Ermənistan tərəfdən cəhd olunur. Bəli, onu da cəlb eləmək istəyir. Amma indi burada o məsələ var ki, İranın da narahatlığının müəyyən əsası var. Əsas nədir? Məsələn, əvvəllər bir ölkəyə əvvəlcə qoşun girirdi, onun da alınca pul gəlirdi. İndi taktika dəyişib, əvvəlcə pul gəlir, sonra hərbiləşir. İndi Amerikanın pulu gəlir, artıq 200 milyon dolları fondu yaradıblar. Sakalovu da təyin ediblər, o Trip Investment şirkətinə başlayıb. O pul elə-belə gəlməyəcək ki, Amerika gətirib pulu Zəngəzur dəhlizinə tökəsi deyil o boyda sərmayəni. O sərmayənin təhlükəsizlik baxımından müdafiəsi olmasa, o sərmayə gəlməz. Ona görə də İran da düzgün rəşad eləyir ki, bu dəhlizin işləri, proseslər başladıqca, Amerikanın sərmayə sonra gəldikcə, onun da alınca hərbiləşmə strukturlar da gələcək. İndi 10 ildən sonra gələcək, 20 ildən sonra gələcək, amma gələcək. Bax, İran buna görə həssas yanaşır o məsələyə ki, bu dəqiqə elə gəlməsə də, amma sonradan o bölgə hərbiləşəcək. Rusiya da narahatdır, ona görə Rusiya hərbi strukturun adını çəkir ki, burada bizim sərhəddə qoşunlarımız var. Ona görə o məsələ İranın, Amerikanın, Rusiyanın, Azərbaycanın, Ermənistanın, Türkiyənin, bax bu saydığım ölkələrin hamısının iradəsi olmasa, Zəngəzur dəhlizinin açılması məsələsi çətindir. Qafar müəllim, siz də elə hesab edirsiniz. Bəli, bu şeylərdə, yəni Rusiya təsadüfi deyil ki, son vaxtlar tez-tez xatırladır 9 noyabr 2020-ci il sazişini xatırladır ki, yəni o sazişdə maneəsiz, mən də var idim və yəni bu maneəsiz keçid Azərbaycanın qərb ölkələrindən Naxçıvana maneəsiz keçidlə bağlı, yəni o imzalanmış sənəd var və oranın Federal Təhlükəsizlik Xidməti nəzarət eləyəcəkdir. İndi deyir, biz Federal Təhlükəsizlik Xidməti bu TRIP layihəsində də iştirak eləməlidir. Çünki siz dediyiniz kimi Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və onun oradan çıxması da yaxın vaxtlarda gözlənilmir. Dövlət səviyyəsində, yəni Paşinyan səviyyəsində də artıq deyilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmadan da Avropa İttifaqına inteqrasiya eləyə bilər. Yəni Ermənistanın siyasəti bu əsaslar üzərində davam eləyəcək mənim nəzərimdə. Gələcəkdə də Ermənistan ikili, Aydın müəllim dediyi kimi, ikili oyunlar oynamağa başlayacaq. Burada Ermənistan bu məsələdə də ikili oyun oynayır. Həm Amerika Birləşmiş Dövlətlərindən saziş bağlayır, şirkət qurur ki, həm də Rusiyadan bəlkə də müəyyən çəkinmələri var, qorxu burada rol oynayır Rusiyadan. Çünki Ermənistan son zamanlar Rusiyanın bəyanatları fonunda heç Paşinyanın keçirdiyi bu seçkilərdə onun qələbəsini Rusiya indiyə qədər də tanımayıb. Yəni belə bir məsələlərdə biraz da çəkinmə var Rusiyadan.
Amma yenə də Ermənistan ikili rol oynamağında davam edir. Siz də elə hesab edirsiniz, Sultan bəy, İranın, Rusiyanın mövqeyi olmadan Zəngəzur dəhlizinin açılması mümkün deyil. Reallıq ondan ibarətdir ki, bəli, həm Rusiya, həm də İran bu regionda digər qeyri-regional ölkələrin at oynatmasını izin vermirlər və bunu istəmirlər, belə deyək. Və hətta səhv eləmirəmsə, deməli, Overçukun bir neçə öncə bəyanatı var idi. 19-cu əsrdən danışdı. Orada o belə bir ifadə işlətdi ki, bu Türkmənçaydan sonraki bu balansın pozulması məsələsi var və burada əslində bir növ Rusiyaya həm də söz atmış olur ki, yəni bu Türkmənçay birisi də yəni bu sazişlər kimlər arasında imzalanıblar və burada yəni Rusiya və İran sözsüz ki, əsas aktorlardır və digərlərini biz burada heç bir halda dominant olmasına tolerant yanaşa bilmərik. Bilirsiniz, İranın biz burada hansı maraqları var, onların bəzilərini vurğuladıq. Sözsüz ki, hərbiləşmə məsələsi aydın məmlə qeyd etdi. Çünki bu Zəngəzur dəhlizinin təhlükəsizliyi də ABŞ şirkətlərindən də olacaq və ABŞ təhlükəsizlik şirkətləri biz hamımız bilirik ki, əslində dövlətə bağlı şirkətlərdir. Bir zamanlar İraqda da ABŞ bu şirkətlərdən kütləvi sayda istifadə etmişdi və burada eyni zamanda İranın iqtisadi marağı da var. Bu vurğulanmadır. Çünki İran həmişə çalışıb ki, Türk dəhlizi məsələsini vurğuladı, hörmətli həmkarım. Çünki Zəngəzur dəhlizinə həm də Türk dünyasının vacib elementi kimi baxılır. Amma geoiqtisadi faktor nədən ibarətdir? İran həmişə çalışıb ki, Türkiyə və Mərkəzi Asiya arasında əsas körpü rolunu oynasın. Bilirsiniz, və bu baxımdan orta dəhlizə İran həm də bir iqtisadi rəqib kimi, deməli, əks layihə kimi baxmaqdadır. Və Zəngəzur dəhlizinin də açılması hansı xəttin daha da inkişafına, deməli, tutumluğunu artıracaq orta dəhlizin. Və bundan da sözsüz ki, İran narahatdır ki, bu da istər-istəməz əsas marşrut olaraq İranın, belə deyək də, geostrateji əhəmiyyətini 1-5 azaldacaqdır. Rusiyanın da narahatçılığı, mən yenə də qeyd edirəm, ilk növbədə Avropanın və ABŞ-ın buradakı fəallığı ilə bağlı. Çünki söhbət yalnız ABŞ-ın fəallığından getmir. Aydındır ki, TRIP fondunda ABŞ şirkətləridir. Amma Avropada Global Gateway proqramı çərçivəsində artıq bu orta dəhlizə yatırım ayırmaq fikrindədir. Naxçıvanda artıq deməli ölçüb biçmə işləri gedir və oradakı dəmir yolunun bərpasına Avropa İttifaqı pul ayırmaq niyyətini gizlətmir ki, bundan da Rusiya narahatdır və bu məsələdə Rusiyanın bir neçə rıçaqları var, bəzilərini vurğuladılar. Yalnız, yəni bu rıçaq yalnız deməli 9 noyabr bəyanatı deyil ki, orada qeyd olunurdu ki, Rusiya sərhədçilərinin nəzarətində olmalıdır. Eyni zamanda başqa bir rıçaq ondan ibarət ki, dəmir yolları şirkəti var ki, Ermənistanın dəmir yolları şirkəti. Bu şirkət əslində Rusiyaya bağlı şirkətdir. Ona görə də indi Ermənistan-Rusiya arasında danışıqlar gedir ki, bu şirkət üçüncü bir tərəfə verilsin. Tutaq ki, bəzi ölkələrin adı çəkilsə, məsələn, Qazaxıstanın adı çəkildi, başqa bir ölkənin adı çəkildi və Rusiya görünür ki, buna razılıq vermək istəmir. Hətta Paşinyanın apreldə görüşündə də bu məsələmdir. Rusiya buna razılıq vermək istəyir, çünki Rusiya üçün bu əlavə təzyiq vasitəsidir ki, Paşinyanın deməli, bu TRIP dəhlizinə bu və ya digər şəkildə Rusiyanın da iştirakı təmin olunmuş olsun. Buyurun. Bu yaxınlarda bizim Xarici İşlər Naziri Ceyhun Bayramov bir maraqlı bəyanat vermişdi. Düzdür, Ermənistan bundan qıcıqlandı, amma qıcıqlanmalı bir şey yoxdur da, tam yerində olan bir şeydir. Deyir ki, Zəngəzur dəhlizinin girişi və çıxışı bizim əlimizdədir. Bəli, bizim ərazilərimizdədir. Bizim ərazilərimizdədir. Yəni, burada əslində bu fikrin dalında yatan şey odur ki, Zəngəzur dəhlizi təkcə açılması Azərbaycanın Ermənistanın iradəsindən asılı deyil. Bu, başqa burada vasitələr də var, çaqlar da var. Girişi-çıxışı Azərbaycanın əlində. Əsas ərazi Ermənistanın ərazisi. İndi, yəni, top atır Ermənistanın qabağına ki, gələcəkdə bu Zəngəzur dəhlizinə mane olmaq istəyən ölkələr ki var, İran və yaxud da Rusiya, onları bu prosesə qoşmaq artıq Ermənistanın problemidir. Yəni, Azərbaycan heç vaxt deməyib ki, Rusiyanın Zəngəzur dəhlizində hər hansı bir formada iştirakının əleyhinə Azərbaycan rəsmi olaraq işlə deməyib. Heç vaxt da deməyiblər ki, biz Rusiyanın orada iştirakını istəmirik və yaxud da ki, istəyirik. Bu, Ermənistanın ərazisidir, o məsələ ilə bağlı qərarı, bəli, Ermənistan. Və Ceyhun müəllimin də o fikir əslində dalında yatan məna odur ki, giriş-çıxış bizim əlimizdə, amma Zəngəzur dəhlizində mane olan qüvvələrlə dil tapmaq işləmək artıq Ermənistanın problemidir. İndi bunun düsturu nədir, Qafar müəllim? Onların mövqelərinin yumşaldılmasını. Çox doğru olaraq qeyd elədi. Bir verilişdə də biz onu müzakirə eləmişdik. Dəmir yol məsələsi çox önəmli məsələdir.
Ermənistan Rusiyanın icazəsi olmadan oradakı dəmir yolunun bir relsini belə dəyişdirə bilməz. Çünki yəni bu mülkiyyət haqqı Rusiyanın əlindədir. Bu Rusiyanın əlində olduğuna görə Rusiya təzyiq vasitəsi kimi bundan sonra da bu işini davam elətdirəcək. Yəni Ermənistanın bu məsələdə Aydın müəllimin də dediyi kimi bu Ermənistanın problemidir ki, bu məsələləri həll eləsin. İndi bir sülh kəsişməsi adlı bir layihə ortaya atıb Paşinyan və Ermənistanın özünün içərisində bu dəmir yol xəttlərinin çəkilməsi, tunellərin tikilməsi falan bunlar da istəyir ki, Amerikanın boynuna qoysun maliyyələşməsini. Aydın da Qafar müəllim, bunlar da utopik əslində layihələrdir. Yaxın müddətdə bunların reallaşması da gözlənilən deyil. Hər birinizə təşəkkür edirəm, minnətdaram. Emin bəy, sizə də təşəkkür edirəm. Bizim efir vaxtımız yekunlaşdı və biz bugün həm İran, ABŞ arasında cəryan edən proseslərə toxunduq, eləcə də bu proseslərin fonunda İran və Ermənistan nümayəndələrinin Qafanda Cənubi Qafqazın gələcəyi ilə bağlı keçirdiyi görüşlə əlaqəli məsələləri də müzakirə etdik. Bütün prosesləri izləyirik, əziz tamaşaçılar. Siz də bütün proseslərdən xəbərdar olmaq üçün bizi izləyin. Görüşərik.